Qurban müəllim getsə 2 mövsüm sonra Qarabağ nə çempionluğu qazanar. Biz Verndubdan gözləmirdik ki, onun komandası fiziki cəhətdən bu qədər zəif olacaq. Ervinin də baxın o yandan bu yana formasını bərpa eləməməyi onu göstərir ki, futbolçu məşqçinin əlində bir alətdir. Mən ona görə də əmin deyiləm ki, məsələn Elvin sabah başqa kluba getsə, Qarabağda oynadığı futbolun 50%-ni oynaya biləcək. Çünki məşqçi sənə sistem yaratmalıdır. Səncə Berziyevə Elvin Cəfərquliyev sol cinaha, Mateus Silva sağ cinaha verilsə, Turan daha yaxşı oyun oynayar, yoxsa yenə müdafiə oyunu oynayar? Amma mənə görə Rəşad Sadıqov son 2 mövsümdə geriliyə gedir bir məşqçi kimi. Neftçidə problem ondan ibarətdir ki, 3 fərqli rəhbərlik var və hakimiyyət uğrunda mübarizə gedir. Arazın bir problemi var, əzizim. Arazın problemi ondan ibarətdir ki, bu komanda Naxçıvana qayıtmalıdır. Nə çatışmadı İmişlidəki İmişli Kaşkilya ilə sağollaşmaq məcburiyyətində qaldı. Kaşkilya sağollaşma ayrıca danışacağam. Bu biraz mübahisəli qərardır. Qalmaqalı deməzdim, amma bunun fəsadları da ola bilər imiş üçün. Sumqayıtın hücum fazası gözəl idi. Sumqayıtda problem müdafiə və müdafiə keçid idi. Və Ayxanla şəxsən Millinin iyundakı Macaristandakı təlim məşq toplanışında da bu haqqında geniş danışmışdım ki, Nəcəf Şamaxıdan getmək istədi. Onda izahı idi ki, komanda təzədən sökülüb yığılırdı. Kəpəz ötən ilki oyunu oynasa, əksinə o Kəpəzin problemi olacaq. Çünki azarkeşlər gəlib səni daima söyəcəklər. Gözlədiyimiz kimi izləyicilər bəyəndi formatı. Ona görə də davamını çəkirik və keçən dəfə söz verdiyimiz kimi biz bu videonu Instagramda izləyicilərin sualları əsasında çəkəcəyik. Bu arada videonun adı, konseptin adı da xeyirli olsun. Extra time çox yazıblar, amma indi Azərbaycanca bunu çevirib əlavə vaxt eləyirik formatın adını. Əlavə vaxtın ikinci bölümündə Azərbaycan Premyer Liqası haqqında danışacağıq. İlk öncə dostlar çox sağ olun ki, bu formatı bəyəndiniz. Sonra da adla bağlı da sizə minnətdarlığımı bildirirəm. Çünki əldən fərqli olaraq mən adlarda çox bərbadam. Yəni mənə daima burada kömək lazımdır. Belə ürəkdən yanaşdığınıza və çox belə həll yolunu göstərdiyinizə görə minnətdaram. Cahilkə söhbəti çox uzatmayaq, girək birbaşa Azərbaycan Premyer Liqasının yeni mövsümündən olan gözləntilərimizə. Suallar çox gəldi. Mən təşəkkür edirəm. İndi fürsət olsa göstərərəm nə qədər sual var idi. Hər bir izləyicimizə o suallar üçün mən şəxsən minnətdaram. Sualları ümumiləşdirmişəm. Yəni blok sənə verəcəm və söhbətimiz. Çempionluqdan başlayırıq da, yəni yuxarıdan. Bəli. Çempion kim olacaq? Əsas məsələ. Favorit kimdir bu mövsümdə? Çünki Qarabağın biz vəziyyətini bu dəqiqə görürük. Neftçi Avroliqada bərbad çıxış elədi. Yanında da Zirə və Sabah var. Səncə bu mövsümdə çempion olmağa real namizəd kimdir? Ümumiyyətlə mənim fikrimcə, mənim ehtiyatım ondan ibarətdir ki, ötən mövsüm bütün komponentlərdə bizi sürpriz bir mövsüm qarşıladı, belə deyək. Çünki bir tərəfdən Qarabağın Çempionlar Liqasında belə uğurlu olacağını gözləmirdik. Digər tərəfdən Azərbaycan çempionatının belə fantastik maraqlı keçəcəyini gözləmirdik. Baxın, buna görə bu AFFA-nın ən uğurlu qərarlarından biri idi ki, legionerlər limiti ləğv olunsun və onun ilk fəsadını yaxşı mənada nəticəsini gördük. Amma bilirsiniz, həmişə olur belə bir böyümə mərhələsində belə bir şey olur ki, ilk öncə sənin yeni üzün, yəni müsbət imicin üzə çıxır, sonra isə köhnəyə qayıdış olur. Mənim ehtiyatım ondan ibarətdir ki, bütün komponentlərdə bəlkə də biz köhnəyə qayıdış, yəni ötən mövsümün standartlarına çatmayacaq bir çempionat görə bilərik. Bunun da səbəbləri odur ki, həm çempionluq uğrunda yarış o qədər də amansız olmaya bilər, amma eyni zamanda biz indi ondan danışanda onu göstərəcəyik ki, bəlkə də o turnir cədvəlində ötən il necə idi? İlk çempionluq uğrunda 2 komanda yarışırdı. Sonra 3-dən 6-ya qədər komanda 3-4-cü yer üçün mübarizə aparırdı. Sonra orada orta təbəqə var idi, hardasa 7-8-9 və 3 komanda yaşamaq uğrunda mübarizə aparırdı. Bu il o yuxarı ilə aşağı təbəqə arasında fərq elə biraz aralanacaq kimi görünür. Amma əlbəttə ki, biz avqustun əvvəlindəyik, ilk 10 günlüyündəyik. Transfer pəncərəsində klubların aktivliyindən çox şey asılı olacaq. Sənə sualına cavab versəm, bu əlbəttə ki, mənə görə əgər konferans liqasına qatılmayacaqsa və bir neçə transfer edəcəksə, Qarabağ bir qədər favorit görünür. Əslində Qarabağ Sabahdan yaxşı klub kimi görünmür və biz bunu hələ mövsümün əvvəlində də görürük. Sadəcə olaraq Qarabağı favorit edən nədir ki, Sabah istədik, ən azı konferans liqasında 6 maç oynayacaq və konferans liqasında 8 xalda, yəni 2 qələbə, 2 heç-heçə və ya 3 qələbə bəs edəcək ki, Sabah play-off mərhələsində vəsiqə qazansın. Bu da Sabahın yanvarın sonu da fevralın əvvəli də oynaması anlamına gəlir və biz ötən mövsüm Qarabağın timsalında da gördük ki, komanda 2 cəbhəyə bölünəndə nə baş verir? Qarabağın problemi ötən mövsüm nə idi ki, Qarabağ bir növ uğurlu
transfer siyasəti yeritməyib, nəsillərin dəyişməsini bir növ gecikmişdi bu prosesdə. Sabahda isə heyət var, amma əsas heyət var. Çünki komanda hələ ki heyətini dərinləşdirməyə vaxt tapmayıb. Əslində biz istəsən transferlərdən də danışarıq ki, Danışacağıq. yəni o transferlər gedənlərin elə bir yerinə upgrade deyirlər. Biraz fərqli tipajlı futbolçulardır. Yəni sən Qarabağı favorit görürsən çempionatda. Əgər indi Qarabağ konfrans liqasına qatılarsa, onda mən Sən qatılacağını gözləyirsən Qarabağın konfrans liqasına. Hazırda yox. Çünki qabaqda Twente var. Əgər biz bunu Dinamo Kiyevlə cavab maçından bir gün öncə çəkirik, amma izləyicilərimiz bilsin. hər şey ola bilər. Əlbəttə mənim fikrimdən soruşsanız, mənə görə Twente ilə Qarabağ maçında yəni yer ilə göy bir olmalıdır. Yəni Abdullah Zubir 2018-ci oyun oynamalıdır ki, Qarabağ qatılsın, amma yəni bu istisnanı deyək də, çünki bu çox şey dəyişir. Əgər Qarabağ konfransa qatılırsa, sabahın Avropa liqasına və Çempionlar liqasına qatılıb-qatılmamağından asılı olmayaraq, çünki orada çox böyük fərq var. Konfransda 6 oyun oynayırsan, o birilərində 8 oyun oynayırsan. Bu Qarabağı hardasa şansları bərabər edəcək. Qatılmazsa, əlbəttə ki, Qarabağ bir mənalı şəkildə favorit olacaq. Mən şəxsən qatılacağını düşünmürəm, çünki heyətdə gəl elə sabahla bağlı danışarıq, gəl birbaşa Qarabağa keçək. Çünki bu dəqiqə çətin vəziyyətdə olan klub Qarabağdır. Mən komandada çox ciddi bir natamamlıq görürəm, komandada ruhsuzluq görürəm, komandada nə baş verir ümumiyyətlə, məncə heç Qurban Qurbanov da başa düşmür ki, komandada nə baş verir. Bu dəqiqə bu nəsil yenilənməsi prosesi çox ağrılı keçir Qarabağda. Bəli. Halbuki Qarabağ çox uğurlu mövsüm keçirdi. Çempionlar liqasından çox pul qazandı. Oyunçuları satdı, çox yaxşı pul qazandı. Yəni Durandan 6 milyon, Duran səhv eləmirəmsə 500 minə gəlmişdi. Bəlkə də ondan daha 250 min ya 500 min, bəli. Hə, yəni inanılmaz pullar qazanılıb. Əslində transferlər də edilib, bir xeyli transfer edilib. Biz Qarabağı tanıyırıq ki, dayanıqlılıq üzərinə fokuslanmış komandadır. Yavaş-yavaş, amma uzun müddətli inkişafı fokuslayan komandadır. Amma bəlkə də artıq tamam hazır oyunçu almaq lazımdır. Yəni Qarabağ bunu həmişə eləyib ki, oyunçu alır və onu biraz yetişdirir. Məsələn, Montiel'i aldı, oyunçu 6 ay oyuna çıxmadı da onu yetişdirdilər. Fiziki formasında deyildi, bəli. Yetişdirdilər və yaxşı bir şəkildə üzə çıxartdılar. Yəni həqiqətən də Montiel yəni orta və üzəri bir oyunçu kimi meydana çıxdı da, yəni gözləntidən aşağı kimi çıxmadı, amma mənə niyəsə elə gəlir ki, Qarabağ böyümək üçün lazım olan o böyük addımı atmır. Daha çox pul verib daha hazır oyunçu almaq. Bəlkə də mən səhv fikirləşirəm. Daha çox pul verib daha hazır oyunçu almaq komandadakı balansı pozacaq. Burada bizə biraz əlbəttə bu ziddiyyətli, asan sual deyil və bu suala komanda, klub rəhbərliyi, xüsusilə də Qurban Qurbanov və Tahir Gözəl necə cavab verəcəklər? Bu Qarabağın yaxın 1 və ya 2 mövsümünü müəyyənləşdirəcək. Mənim fikrimcə necədir? Ümumiyyətlə Qurban Qurbanovun, əgər lokal danışsaq, Qurban Qurbanov bu komandanın müəllifidir deyə bilərik və Qurban Qurbanov şəxsiyyət kimi mühafizəkardır. O biraz İngiliscə buna retrospektiv deyirlər, yəni bir qədər arxasına baxan adamdır. Bunun da o anlamı odur ki, belə insan üçün həddindən artıq çox dəyişiklik stres gətirir. Adam var ki, dəyişiklik onun üçün fürsətdir, amma Qurban Qurbanov üçün dəyişiklik stresdir. Aydın məsələdir ki, futbol klubunda 1-2 futbolçunun gedib gəlməyi, hansı ki Qarabağda da biz bunu görmüşdük. O qədər də stres deyil, o qədər də dəyişiklik deyil. Çünki bu orqanik artım, orqanik dəyişiklikdir, amma birdən-birə bu qədər oyunçunun getməyi Qurban Qurbanovu da ona tanış olmayan yeni bir dünyada bir növ özünü axtarmağı məcbur etdi və çox təəssüf olsun ki, görünən odur ki, bu məsələnin, bu işin öhdəsindən hələ ki komanda o qədər də rahat gəlmir. Yəni komanda üçün bu yeni bir dünyadır, yeni bir reallıqdır və bilirsiniz, adətən Qarabağın əslində dayanıqlığının əsas səbəbi ondan ibarətdir ki, komanda nə belə absurd transferlər, böyük transferlər etməklə həm öz transfer büdcəsini, yəni komandanın öz büdcəsini riskə atmır, həm də eyni zamanda ən əsas komanda daxili nifaqlara yol aça biləcək bir növ maaş cədvəlindəki pozuntulara yol vermir. Amma hərdən bu istisnaları etmək lazımdır. Çünki əgər biz məsələn istəyirik ki, Azərbaycan klubları 3 ildən bir Çempionlar Liqasına qatılsın və hər iki qatılışdan biri play-offa vəsiqə qazanmaqla nəticələnsin. Biz bu faktı qəbullanmalıyıq ki, məsəl üçün biz sabahdan danışacağıq ki, Celtic Maludanı Azərbaycan çempionatından baxıb alıb. Yəni yəqin ki, Qarabağ ad etdirib özündən. Basel, Celtic yox, Basel. Üzr istəyirəm. Bəli, Basel Azərbaycan çempionatına baxıb, yəqin ki, Qarabağın da Çempionlar Liqasında uğurlu çıxışı özəlliklə qeyd edək. Baxın, burada çox vacib məqam ondan ibarətdir ki, çünki mən İngilis media məkanını öncədən izləyirəm. Çox uzun müddət izləyirəm və detallı şəkildə izləyirəm. İngilis media məkanında Çempionlar Liqasının əvvəlində Qarabağdan həddindən artıq çox danışılırdı. Çünki ilk 2 tura 6 xal, 4 tura 7 xal və 7-ci xal İngilis klubu onun Chelsea-də qazanılmışdı və mən nə demək istəyirəm?
Çempionlar Liqasında liqa fazasında sonda dramalar, hekayələr olur. Benfica, Jose Mourinho, Real Madridlə 4-2, sonra Bodo Glimt, amma əvvəldə elə hekayələr az olur. Ona görə az hekayələr qabarır. Qarabağda ilk öncə qabarda bildi, amma baxın bunun altından komanda çıxa bilmir. Bunun da altından çıxmamağın səbəbi mən bunun qlobal transfer marketində bir növ komandanın biraz süst, biraz iflası deməzdim, total iflası. Çünki hələ ki bu başa çatmıyor bir mərhələ, amma yenə də bu qədər komandanın CSKA-ya məğlub olmağı, 2 oyunun nəticəsinə görə qol vura bilməməyi, Birinci oyunda Kiyevə məğlub olmağı. Kiyevə sərgilənən oyun göstərir ki, komanda çox uğursuz olub. Çünki sən bayaq Montieldən dedin, Montiel hələ ki yarımçıq bir materialdır deyə bilərik. Montieldən daha çox Qurban ümumiyyətlə Jurgen Klopp, Pep Guardiola kimi niyə görə böyük məşqçi sayırıq onu? Çünki o oyunçuları inkişaf elətdirə bilir. Məsələn, Elvin Cəfərquliyev, elə Zubirin özü, elə Andraden deyə bilərik, hansılar ki, hardasa o səviyyədə olmazlar əgər Qurbanov kimi məşqçinin əlinə düşməsəydilər. Mən ümumiyyətlə sən bayaq yaxşı bir şey dedin ki, Qarabağın müəllifidir sanki Qurbanov. Mən hətta daha irəli gedib deyərəm ki, Qarabağ elə Qurbanovdur. Yəni biz sabah Qurbanovu çıxardaq komandadan. Komanda şəxsiyyətini mən şəxsən belə düşünürəm ki, şəxsiyyətini itirər. Mənim gözləntim odur ki, Qarabağ əgər Qurban müəllim getsə, 2 mövsüm sonra Qarabağ, yəni bu mövsümdə bunu eləyə bilər, amma 2 mövsüm sonra Qarabağ nə çempionluğu qazanar, nə də ki Avropada çempionluğu qazanıb, orada bilirsən çempionluğu qazanıb birinci mərhələni keçdiyin halda daha bir mərhələ keçməlisən, konfransa gedəsən, onu da etməyə bilər. Hardasa Samir Abbasov rəhbərliyi Neftçi elədi, 2021-də çempion olandan sonra eyni şeyi təkrar edə bilər. 100%. Yəni mən Qurbanovun yoxluğunda Qarabağ adlı bir klubun ciddi bir nəticə göstərəcəyinə şübhə ilə yanaşıram. Göstərsə belə tamam fərqli bir fəlsəfə onda ortaya çıxacaq. Çünki Qurbanovun tamam özünə məxsus bir fəlsəfəsi var və mən bir məşqçi kimi onun üslubunu bəyənirəm. Xüsusən də komanda daxilindəki məsələlərdə. Məsələn, elə ən axırıncı yadıma gəlsə Elvin Cəfərquliyevlə bağlı çox belə səs-küylü bir məsələ olmuşdu və insanlar iki yerə bölünmüşdü ki, bir nəfər Qurban və mənim gördüyüm çoxluq əslində Qurbanovu tənqid eləyirdi ki, bu Azərbaycanın ən önəmli oyunçularından biridir və sən onu baltalayırsan. Halbuki şəxsən mən elə düşünürdüm ki, bir komanda daxilində işləyən bir mexanizm qurmaq belə qurbanları tələb eləyir. Yəni sən Elvin Cəfərquliyev kimi Azərbaycan futbolunun ən belə möhtəşəm oyunçularından birini belə lazım gəlsə, komandanın nizam-intizamını, komandanın o saat kimi işləyən mexanizmini qorumaq üçün göndərməlisən ikinci heyətə. Fərqi yoxdur, dəxli yoxdur ki, orada qayda qanunlar nədir. Bu qayda qanunlar öncədən var və bu oyunçular bunu öncədən bilirlər. Yəni sən bilirsənsə orada hansı qayda qanunu işləyir, sən ona əməl etməlisən. Yəni Qurban uzağa getmək, mən bir futbol və bir də kino misalı göstərə bilərəm. Orada Chuck Palahniuk'un möhtəşəm əsəri var. Möhtəşəm də David Fincher'in, yanılmıramsa David Fincher onun rejissorudur. Filmdə Fight Club, döyüş klubu. Orada da belə bir şey var ki, Edward Norton baş qəhrəmanın obrazı deyir ki, bir gün mən sistemə xəyanət etmək istəyə bilərəm. Çünki onda şizofreniya var. Amma əgər belə bir şey baş verərsə, əsas klubdur. Bunun futbol dilində izharı belə deyək, Sir Alex Fergusondur. Xatırlayırsan ki, Ferguson 2003-cü ildə David Beckham'ın qaşını partlatmışdı, sonra onu komandadan uzaqlaşmışdı və ümumiyyətlə əgər Manchester United belə bir şeylər baş verirsə, məşqçinin iradəsi ilə oyunçular göndərilirdi. Sistem var, əslində sistemin qaydaları var. Qaydaları mən əminəm ki, Qarabağda da o qaydalar belə amansız sərt deyildi. Yəni əvvəlcə qırmızı xəttdən əvvəl sarı xətt var. Sən sarı xətti keçəndə xəbərdarlıq olunur. Sonra qırmızı xətti keçəndə artıq sən cəzalanırsan və Elvinin də baxın o yandan bu yana formasını bərpa eləməmək onu göstərir ki, futbolçu məşqçinin əlində bir alətdir, bir boltdur da, sistemin bir puzzle'ıdır. Mən ona görə də əmin deyiləm ki, məsələn Elvin sabah başqa kluba getsə, Qarabağda oynadığı futbolun 50%-ni oynaya biləcək. Çünki məşqçi sənə sistem yaratmalıdır və ən azı sən də o sistemə minnətdar olmalısan. Düzdür, bu qalmaqallı da biz hələ bilmirik komanda daxilində heç Qarabağ klubunun üzvləri ilə də danışanda mən heç ona maraq göstərmədim ki, o sualı vermədim. Çünki mənə görə bu ailə içi məsələsidir və ailə içi məsələsinə qarışmağın heç bir lüzumu yoxdur. Azərkeşlərin reaksiyasına, izləyicinin reaksiyasına gəldikdə bu bir növ mətbuatın onu hansı şəkildə çıxarmasından əmələ gəlirdi. Amma məncə mətbuata da həmişə klik lazımdır deyə o belə məsələlərdən ortaya. Və bir də uzun müddətli biz görəcəyik də. Yəni ümid edirəm ki, Qurban müəllim bu krizisi adlaya bilər və sonradan daha bir yaxşı komanda quranda biz görəcəyik ki, məşqçi daha vacibdir nəinki oyunçu. Ümumiyyətlə sənə bir dənə Qarabağ mövzusunu bu sualla yekunlaşdırım. Çünki istəyirəm başqa klublarımıza da vaxt ayıraq, çünki sonra bizdən inciyirlər. İstənilən belə deyim, şok effekti yaratmış mövsüm keçirmiş komandada, məsələn elə Qarabağın da yüksəlişdə olduğu periodda Xabi Alonsonun Bayer Leverkuseni var idi məsələn. Parçalandı, məhv oldu. Yəni bu komanda qalxdı.
pikində ən yaxşı mövsümünü keçirdi və sonra komanda dağıldı. Oyunçular hərəsi bir yerə satıldı. Yəni bu əslində indi bu hələ Almaniyanın Bundesliqasının misalıdır da. Azərbaycan kimi bir ölkədə parıldayan bir komandada istedadlı oyunçuları, yəni necə deyim, Virtsi Liverpool istədi, Virts getdi Liverpoola. Yəni Bayer 130 milyon funt istədi də ona görə. Bayer Leverkusendən Liverpoola dəhşətli bir belə keçid deyildi, amma Qarabağdan Celtic-ə bu çox böyük. Məsələn, bəzi insanlar deyir ki, Duranı saxlamaq lazım idi, Andradeni saxlamaq lazım idi, bu oyunçuları getməyə qoymamaq lazım idi, amma yəni əgər Duran kimi bir oyunçunun qapısını Celtic döyübsə, lap tutaq ki, Qarabağ qoymadı onu getməyə. O Qarabağda necə bir oyun göstərəcək? Çünki günün sonunda bu futbol bir texnikadan əlavə bir psixologiya məsələsidir. Yəni bu insan oynaya bilməyəcəkdi onsuz da Qarabağda. Yəni bir tərəfdən əslində mən bunu təbii hesab eləyirəm. Qarabağın bu cür belə deyək də oyunçulardan məhrum olmaq məsələsini qapını daha yaxşı komandalar döyür və oyunçular da bu şansı dəyərləndirirlər. Digər mərhələdə isə mən yəni bunu təbii gördüyüm qədər biraz da sanki Qarabağ bu dəqiqə yetərli görsənmir mənə növbəti mərhələyə, qabıq dəyişməyə yetərli görsənmir. Mən şəxsən elə düşünürəm ki, önümüzdəki mövsüm komanda geriləyəcək. Sənin bax son fikrini öyrənmək istəyirəm Qarabağla bağlı ki, səncə bu təbii bir şeydir, bu normaldır, yoxsa Qarabağ yetərli efor xərcləyə bilmir bu məsələdə, bu qabıq dəyişmə məsələsində? Tam normaldır. Əksinə normalın üstüdür. Normal olmayan bir şey nə idi? Hardasa Qarabağın da bizim də bəxtimiz gətirdi. Qurban müəllim də bəxti gətirdi ki, Qarabağ oyunçularının prime'ında məsələn Yankoviç alanda Kadzi getdi gəldi, düzdür, Kadzi təmayüd etmək olmaz. Amma Yankoviçdir, Zubirdir, belə oyunçuları biz normadan artıq öz heyətimizdə saxladıq. Onun da əsas səbəbi ondan ibarətdir ki, bizim üçün Qarabağ bizim günəşimizdirsə, Avropada Qarabağ Avropa Liqasında orta çıxış etdiyinə görə top klublarına da orta klubların diqqətini o qədər də cəlb etməyib. Yəni əslində normalda əgər məsələn 2017-ci ildə yanılmıramsa Zubir bizə transfer olundu və Zubir Azərbaycan çempionatının ən yaxşı bəlkə də legioneridir ümumi sikllə baxsaq, amma 2019-20-ci il mövsümündə Qarabağ Çempionlar Liqasında vəsiqə qazanıb bu çıxış eləsəydi, Zubirlə Yankoviçin ikisi də gedərdi komandadan. Yəni düz Yankoviç sonradan gəldi, amma yəni söz məsələ deyirəm ki, Qarabağ bu reallığa uyğunlaşmalıdır. Bax, sual var ki, komanda buna uyğunlaşacaq, yoxsa hər uğurlu mövsümdən sonra 2 mövsüm toparlamağa gedəcək və sən sonra cavab verim, əgər yenə də Azərbaycan çempionatında nələrin baş verməyindən asılı olmayaraq, əgər Qarabağ Konfrans Liqasına qatılmazsa, komanda artıq yarımçıq, komanda artıq uğursuzluğa məruz qalır. Bu bir mənalıdır. Mən bu oyunçuların getmə məsələsində onu deyim ki, transfer pəncərəsi ilə bağlanmayıb və Qarabağ çox güman ki, mənim şəxsi fikrim budur ki, bir möcüzə olmasa Avropasız qalacaq bu il. Və məncə hələ transferə davam eləyəcək. Yəni getməyə davam eləməlidir. Çünki bax, adi riyaziyyatdır da. Sən 2 hücumçunu satdın. Nərimanı 2 milyon 600 minə, Duranı 6 milyona, onun yerinə bir Savon almısan. Yəni -1 var artıq. Sən onu sıfırlamalısan. Anında qol vuracaq hücumçu lazımdır və plus daha bir minus sağ cinahdadır. Andrade getdi Polisiya komandasına. Mənim fikrimcə Jali müaddib alınmışdı. Ümumiyyətlə Zubiri mərhələli şəkildə əvəz etməyə, indi Jali məcburən sağda da oynayır. Yəni o cinaha da oyunçu lazım. Yəni Qarabağda hazırda -2 var və Qarabağ o 9 milyon qazandığı -2-ni hardasa qazandığı pulun yarısını xərcləməlidir ki, o onu keyfiyyətli şəkildə qapaya bilsin. Əlaqə keçək Sabaha. Sabah ümumiyyətlə bu dəfə məni ekstra təəccübləndirir. Çünki mən komandadan gözləyirdim yaxşı bir nəticə Avropada. Çünki heyətini qorudu, saxladı. Ümumiyyətlə Mikels biraz belə qəribə oyunçudur. Mikels bir dəfə də bu variantı işləmişdi Sabaha. Bu il də işlədi o variantı. Yoxa çıxdı elədi, nə oldusa bilmədim, amma axır ki saxlaya bildilər onu. Ümumiyyətlə komandanı qoruyub saxlaya bildilər. Simic çox vacib bir oyunçuydu. Bəli. Sabah üçün onu da qoruyub saxlaya bildilər və Sabahın ümumiyyətlə keçən mövsüm elədiyi ən möhtəşəm transfer Maluda idi. Maludanı da saxlaya bilmədilər, amma yəni Maluda indiki Sabahın formalaşmasında çox ciddi bir pay sahibi idi. Amma gözəl satdılar, 250 minin yerinə 3 milyon qazandılar. Yəni 12 qat qazanc əldə olundu, da mükəmməl transferdir. Əslində bir mövsüm də qala bilsəydi, məncə bir yenə o Duran kimi 6 milyona falan da satıla bilərdi. Əgər Çempionlar Liqası qatılsaydı. Qatılsaydı, hə. Amma yenə də qapını Basel döyür. Yəni Sabahda oynayırsan, bəli. Qapını Basel döyür. Sən beynin artıq bulandı da, yəni sən Sabahda qala bilməzsən. Qalsan da o effektivliyi göstərməyəcəksən. Ümumiyyətlə biz indi futbol sferasında konkret oyunçularla oynayan, klubların daxilindəki insanlarla danışırıq deyə. Biz daha yaxşı bilirik klublarda nələr baş verir. Mən adi izləyici olduğum ərəfələrdə bunu başa düşə bilmirdim. Amma indi həqiqətən də görürsən ki,
bir oyunçunun beyninin bulanmağı necə ciddi fəsadlara gətirib çıxarda bilər. Yəni əslində məşqçi olmaq və yaxud da komandanı idarə etmək təkcə oyunçu alıb heyətə salmaq və ona taktika başa salmaq deyil də. Sən oyunçunu bir insan kimi də dəyərləndirməlisən, onun psixologiyasına nəzarət etməlisən. Yəni komandada oyunçunu saxlamaq həmişə ona daha çox pul vermək deyil. Bəli. Sabah haqqında sən nə düşünürsən? Sabah artıq Konfrans Liqasının qrup mərhələsini sığortalayıb. Ümumiyyətlə Aarhusla bu dəqiqə cavab oyunu olacaq. 2-1 məğlub olub. Sən cavab oyunundan nə gözləyirsən? Çünki Aarhusa məğlub olsaq bizi Benfica gözləyir. Şəxsən mənim fikrim odur ki, biz Benficanı keçə bilmərik. İndiki Benficanı keçə bilmərik. Marco Silva'nın baş məşqçisidir. Ötən il Qarabağ sensasiyalı şəkildə möhtəşəm qələbə qazandı. Orada komanda daxilində çox ciddi problem var idi. Oyundan sonra məşqçini göndərdilər. Boş-boşuna məşqçini göndərmirlər. Bir oyunda məğlubiyyətə görə. Yəni orada Rui Costanın prezident seçkilərində, komandanın prezidentidir və orada seçkilərdə onun mövqeyi o qədər də möhkəm deyildi. Həm də yenə deyirəm də Benfica 15 dəqiqə 2 qol vurandan sonra biraz boşaldı, onun cəzasını çəkdi. Amma bu dəfə Benfica onu etməyəcək. Çünki Benfica özü də Avropa Liqasına qatılıb, oranın favoritlərindən biri olacaq. Ona görə də Benfica elə belə komanda deyil. Bəs sən necə fikirləşirsən? Sabah mən şəxsən düşünürəm ki, konfransda davam eləyəcək. Çox istəyirəm ki, Çempionlar Liqasına yüksəlsin. Çünki əslində belə qəribə bir şey var. Çempionlar Liqasının play-offu daha asandır nəinki Avroliqanın play-offundan. Yəni yüksəlsə bizim şansımız daha çoxdur. Çox istəyirəm ki, birinci dəfədən Çempionlar Liqasına yüksəlsin. Amma mənim realistik yanaşmam bu dəqiqə Konfrans Liqasıdır. Konfrans Liqasını davam etdirə səncə Sabah yerli liqada çempion ola bilər? Çətin olacaq. Ümumiyyətlə Sabahdan danışanda baxın, Sabahla Qarabağın timsalında biz iki antipod, bir-birinə əks komanda görürük. Dedik ki, Qurban müəllim Qarabağın müəllifidir. Qurban müəllimdən sonra zəlzələ baş verəcək Qarabağda. Sabah isə sistem məhsuludur. Yəni komandanı biz sən dediyin kimi komanda daxili çox komandalarına danışırıq deyən onları tanıyırıq. Məsələn Sabah Dambrauskas getsə, amma Dambrauskas məsəl üçün iyulun 1-i getsə, avqustun 15-i yox. Sabah uğurlu bir normal bir məşqçi götürməklə necə ki bunu Murad Musayev də etmişdi, sistemini davam etdirəcək. Bu Sabahın Qarabağ üzərində istənilən Azərbaycan klubu üzərində olan fundamental üstünlüyüdür. Yəni komanda sistemlidir, köklüdür. İdarəçiliyin mükəmməlliyidir ki, hətta indi mən başqa internet portallarında da görürəm ki, hər kəs belə maraqla yazır ki, 8 yaşı olan komanda belə effektiv şəkildə idarə olunur və əslində mən çox sevinirəm ki, bir tərəfdən Sabah belə uğurlu çıxış etdi. Çünki Azərbaycan futbolu adına mənə görə futbolumuzun qayəsi Qarabağda, Avropada bizim üzümüz. Amma Sabahın da bu il uğurlu olmağı lazım idi ki, və hətta mən deyərəm ki, nəticəsindən asılı olmayaraq komanda uğurludur. Çünki minimal vəzifənin öhdəsindən minimal oyun keçirməklə gəldi. Amma çempionluğuna gələndə fərqli yoxdur harda oynayacaq. Sən dedin ki, konfransda oynayacaq, amma Aarhusla 45-in 55-ədir. Yəni Bakıda Sabah öz epizodlarını vursa, orada bərabər oyundur. Aarhusun məsələn Midtjylland deyil, Aarhus Kopenhagenin ötən ilki versiyası deyil ki, deyim ki, komanda çox təcrübəlidir, miksdən ibarət, yəni təcrübəlilərin, gənclərin miksidir. Biz gördük Aarhus oyunçuları necə emosional, sevinirdilər, oyunda hər epizodu qalib gəldikdə. Topu kornerə çıxardırdı. Çünki gənc komandadır. Bir də onların bir futbolçusu var, adı yadımdan çıxdı. Norveçli futbolçu, müdafiəçi, mərkəz müdafiəçisidir. Hansı ki, adı yadımdan çıxdı onun, komandaya təzə transfer olunub həmən oynayırdı. Çünki mərkəz müdafiəçisi Tingagerdir, mərkəz sol Kaldır, mərkəz sağı bu komandanın problemli idi. Hətta bizdən əvvəlki 2 oyunda Lexlə 2 fərqli oyunçu çıxmışdı. Bu oyunçu alındı, həmən transfer olundu və onun da 2 epizodu var idi, da qalib gəlmişdi. Ona görə sevinirdi. Sabaha gəldikdə, əgər Sabah tək Avropada Azərbaycanı təmsil etsə, heyətinə görə birmənalı şəkildə Qarabağ favorit olacaq. Hansı ssenari Sabahı favorit edə bilər? Qarabağın ruh axtarışı davam etsə, bir neçə zədəli olsa, Kaşuk 9 nömrə olsa, misal üçün, o zaman əlbəttə ki, Qarabağda xal itirə-itirə gedəcək və ötən 2-3 ilə nisbətən xal ortalaması aşağı düşəcək ki, Sabah oralarda ola biləcək. Kaşuk 9 nömrə dedin, mən yenə qayıtmaq istədim ora. Özümü güclə saxlayıram ki, Qarabağın problemləri haqqında danışmayım. Biz onsuz danışacağıq. Avqust sonunda danışacağıq dostlar. Azərbaycan çempionatı haqqında həm analitik buraxılışlarımız olacaq. Millilərin pauzasında sentyabrın axırı və noyabrın ortası, yəni kifayət qədər vaxtımız olacaq. Gəl Neftçidən danışaq. Neftçi mənim üçün şəxsən yayda çox böyük bir, belə deyək, qəlb qırıqlığı, disappointment deyək də yaratdı. Mən Neftçidən belə bir şey gözləmirdim. Ümumiyyətlə Dinamo Minsk biz analiz eləmişdik, biz bilirdik ki, necə həqiqətən də məğlub edə biləcəyimiz, görməzdən gələ biləcəyimiz bir rəqib idi. Və əslində 8 dəqiqə Neftçi bunu da sübut elədi ki, bu belə bir rəqibdir. Sonra nə baş verdisə, belə katastrofik bir nəticə yarandı. Və necə deyim, yəni keçən mövsümün sonu Neftçinin göstərdiyi performans mənə
ümid verdi ki, növbəti mövsüm biz Neftçini çempionluqla görə bilərik. Yəni çempionluğa mübarizədə görə bilərik. Birinci yer üçün mübarizədə görə bilərik. Amma Minsklə oyun məndə artıq çox ciddi şübhələr yaradıb ki, bu komanda hazırdırmı ümumiyyətlə? Elə bir təsəvvür var idi ki, bu komanda yayda heç nə eləməyib. Hardasa hə, çünki nəyə görə məsələn Minskin idman direktoru sonradan intervyu verə-verə gedir, onda Azərbaycan mətbuatı paylaşdı. Neftçi azarkeşlərini uğurlu şəkildə qıcıqlandıra bilir. O deyirdi ki, biz Verndubdan gözləmirdik ki, onun komandası fiziki cəhətdən bu qədər zəif olacaq. Doğrudan da Bakıdakı oyuna baxsaq 60-cı dəqiqədən sonra, 65-ci dəqiqədən sonra Neftçi çökmüşdü meydanda. Sonra başqa bir suallar var, komanda etdiyi transferlər. Bir Neftçi transferlərdə gecikir. Qarabağ və Sabahdan fərqli olaraq. 2 topda məsəl üçün nə qədər və ya Klisma nə qədər uğurlu olacaq? Bu da özü böyük bir sualdır. Yəni burada Neftçidə bütün mərhələlərdə suallar var. Ən böyük sual əlbəttə ki, balacadan başlasaq, Verndubun komandası yay təlim məşq toplanışında hansı formadadır? Fiziki kondisiyası nə yerdədir? Birinci məsələ odur. İkinci, Səncə nə yerdədir? Minsk oyunlar göstərdi ki, komanda hazır deyil. Yəni bunu analizə ehtiyac yoxdur. Baxın 65-ci dəqiqədə komanda 3-2 hesabı ilə geridədir və sürünə-sürünə meydanda gəzirlər. İkinci məsələ daha qlobal məsələdir. Neftçinin hazırda yanılmıramsa mətbuat xidməti rəhbəridir Rüstəm Əfsərli. O bir ad Neftçidə işlədi, sonra Neftçidən çıxdı və yeni Neftçiyə qayıtdı. Həmin ərəfədə o çıxdığı ərəfədə bir intervyu vermişdi. O intervyusunda izah eləyirdi ki, Neftçidə problem ondan ibarətdir ki, 3 fərqli rəhbərlik var və hakimiyyət uğrunda mübarizə gedir. Və əlbəttə ki, hakimiyyət uğrunda əgər bir mərkəzdən artıq mərkəz varsa, bu birmənalı şəkildə belə komanda iflasa uğrayır. Mən uzağa getməyim, öz komandamdan nümunə götürüm. Manchester Uniteddə Jim Ratcliffe gəlir, Dan Ashford, hansı ki Newcastle-dan adamı 6 ay gözləyirlər ki, komandaya gəlsin idarəçiliyə və 3 aydan sonra adamı göndərir və Ratcliffe öz səhvini yarı etiraf eləyə deyir ki, bir komandada bir qazanda 2 qoşun başı qaynaya bilməz. Yəni bizim vizyonumuz üst-üstə düşmürsə, mən bilmirəm ki, yəni adam özü uğurlu olacaq, olmayacaq. Amma sənin yanında bir sənə konfliktli olan bir yanaşma varsa, o iflasdır. Yəni 100% bilirsən ki, iflas. Neftçidə elə 3 yanaşma var. Plus İngiliscə belə bir daha bir söz var ki, responsibility və accountability. Yəni sən hərəkətinə həm məsuliyyət daşıyırsan və o məsuliyyətin fəsadları olur. Baxın, Neftçidə bizi də Instagramda izləyən Cenk Sümer səviyyəsində hər hansı bir tutarlı bir azarkeşlərin qabağına çıxıb danışası bir şey görmədik. Yəni hər hansı bir mövqe görmədik. Neftçi yəni bu başdan sovdu münasibət ondan ibarətdir ki, mən yəni nə katastrofik bir şey olmalıdır ki, Qarabağla Sabah 70 xalı yığa bilməməlidir ki, Neftçinin çempionluq uğrunda şansları olsun. Neftçinin ən maksimumu hələ ki 3-cü yer görünür. Və bu arada mən deyim ki, Neftçinin 2 gözəl elementi var. Onlardan biri azarkeşləridir. Yəni bu komanda bu qədər sistematik, dayanıqlı şəkildə uğursuzdur. Yəni Neftçinin məsələn Qarabağ dayanıqlı şəkildə uğurludur, Neftçi isə dayanıqlı şəkildə uğursuz və qeyri-sabitdir. Yenə də azarkeşlər gəlir, yenə də azarkeşlər coşqulu azarkeşlik edir. Bir də ki, stadionu da elə sənin evinin yanıdır və doğrudan gözəl stadiondur, futbol stadionudur. Mən ümumiyyətlə səndən bir yerdə elə keçən mövsüm demək olar ki, Neftçi bütün ev oyunlarına getmişəm və mən çox istəyirəm bu komandanı uğurlu görməyi. Çünki həqiqətən də bu azarkeşlərə yazdığım gəlir də. Yəni bu qədər sən demiş sistematik uğursuz olub, bu qədər arxasında durulan komanda Azərbaycanda mən bu dəqiqə ağlıma ancaq Neftçi gəlir açığı. Başqa məsələn, həqiqətən də düşünürəm ki, Qarabağ bu qədər sistematik uğursuz olsaydı, stadionda bu qədər azarkeş olmazdı. Yəni Qarabağ stadionunda Suraxanda olanda məsələn o qədər də azarkeş gəlmirdi. Tofiq Bəhramovdan yavaş-yavaş Qarabağın da sosial mediası çox yaxşı işlər görməyə başlayıb bu mövsümdən artıq. Həm də intriqa yarandı da. Yəni Sabah kimi bir fiqur çıxdı ki, Qarabağı artıq Qarabağ uda bilmədi də Sabahı keçən mövsüm 4 oyun heç birində olmadı. Ümumiyyətlə 9 oyunda məğlub edə bilmir. Hə, yəni 4 oyun yox, 5 oyun heç birində, ümumiyyətlə 9 oyundur. İntriqa yarandı və bir də stadionun yeri məsələsi də var da. Gənclik hara, Suraxanı hara, insanlar toplaşa bilirlər, gələ bilirlər stadiona. Onunla belə, yəni Neftçinin ev stadionu xalqlar dostluğu tərəfdə olmağına baxmayaraq, yəni bütün ev oyunlarında mən oradakı o coşqunu hiss eləyə bilirəm. Mən həqiqətən də o azarkeşlərin sevinməyini çox istəyirəm. Ümid edirəm ki, Neftçi bizi yaxşı mənada təəccübləndirəcək. Ümid edirəm ki, yayda sadəcə kifayət qədər hazır deyirlər. Çünki əslində dəyişikliklər nə oldu komandanın transfer pəncərəsində? O insanların da, azarkeşlərin də bəyənmədiyi bəzi fiqurlar getdi. Məsələn, Reza Bala getdi, Kuç getdi, Kosin getdi, Abubakar getdi. Məsələn, Abubakarın gəlişi də çox böyük bir sual işarəsi idi. Mən səninlə yadına gəlirsə danışmışdım həmin ərəfədə. Sən şokdaydın ki, bu oyunçunu necə almaq olar? Bəli, onun Türkiyədə bazarı yox idi. Adam bura gəldi. Əslində, yəni fiziki cəhətdən problem yaşadan, ümumiyyətlə oyuna uyğunlaşa bilməyən adlar gedib, amma düzdür, indi Freddy Vargas'ı azarkeşlərin də şiddətli təzyiqi ilə aldılar. Axır ki, bu da yaxşı bir transfer idi, amma topda çox
belə şübhəli bir transfer kimi Tutda, gəlir. yəni heyətə inteqrasiya var. Qurban müəllimin gözəl yanaşması var. Sistemli oynayan istənilən məşqçi həmin oyunçunu heyətə inteqrasiya eləməyəcək. Özdə xüsusilə bu oyunçu ya qapıcı ya hücumçudursa da, yəni meydanın iki ucunda oynayan oyunçudursa, heyətə həmin inteqrasiya krizis olmadığı halda mümkün deyil. Mənə görə o səhv qərar idi ki, Sambu nə qədər epizodları xərcləsə də boş-boşuna sistem oyunçusunu çıxardıb onun yerinə Topdanı birincidən döyüşə atasan, vəziyyətini pisləşdirəsən. Amma əli mən sənin ümidlərini bölüşmürəm, çünki açıq deyək də Sabah nəyi göstərdi? Sabah əslində Danimarka çempionatında bunu çempionatın flaqmanı var. Flaqman uğur baxımından deyirəm Kopenhagen və Danimarkada texnologiyanın məhsulu olan Midtjylland çıxır və Midtjylland ümumiyyətlə hər şey dəyişir. 10 ildə 4 dəfə çempion olur. Azərbaycan çempionatına da bu gec də olsa çatdı. Sistem komandası gəlir və sistem komandası layiqli şəkildə çempion olub və çempion olduqdan sonra da Avropada uğurlu olmaqla göstərir ki, sistem uğurlu olacaq. Yəni Azərbaycan çempionatında da artıq bu var. Yəni Sabahın olması o deməkdir ki, Neftçi hələ ki bir mərkəzdən, yəni bir siyasətə malik olmadıqca təsadüf şəkildə aynə bir mövsümün ikinci hissəsi, birinci hissəsini iflasa uğrayıb ikinci hissəsini yaxşı oynaya bilər. Nə bilim, hardasa təsadüfi elementlər şəklində hardasa uğurlu ola bilər. Bəlkə məsələn kubokda qabağına Sabah və Qarabağ çıxmaz yarım finala qədər gedib kubok qazana bilər, amma dayanıqlı uğur ta ki o məsələlər həll olunmadıqca, yəni istisnadır, mümkün deyil. Keçək Zirəyə. Zirə Neftçinin əksi olaraq məni müsbət mənada təəccübləndirdi. Çünki komanda Avropaya bu il sürpriz şəkildə yollandı və biz öyrənəndə ki, Zirə Avropaya gedəcək. Zirə artıq çox kilit oyunçularını satmışdı. Mən düşünürdüm ki, Zirə ilə birinci mərhələdən evə qayıdacaq. Pis nəticə göstərmədi. Komanda yenə də Rəşad Sadıqov amili var da, yenə də sistem. Biraz Qarabağa oxşarlıq var axı orada, o sistem məsələsi var. Hər halda komanda öz sistemini qoruyub saxlaya bilib. Mənə görə Zirə çox qəribə bir fiqurdur Azərbaycan çempionatında. Heç bir şeylə ciddi yadda qalmayan və sezonun sonunda 4-cü, 3-cü yerdə olan, yəni belə fərqinə varmırsan, amma ordadır. Belə bir klubdur. Mənə görə bu il 4-cü yerin outsider olacaq. Çünki top 4-lüyü mənim fikrimcə Azərbaycan çempionatında yəqin ki Sabah, Qarabağ, Neftçi və Turan bölüşdürəcəklər. Zirə nəzərə alaq ki, bu mövsümdə çox ciddi şəkildə heyətini dəyişdi. Və əslində iflasa uğramadı Avropada, amma uğurlu da saymaq olmaz. Payde çox halva bir rəqib idi. Komanda çox zəif bir komandadır. Yəni Estoniya çempionatının 4-cü komandasıdır. Büdcəsi səninlə müqayisə olunmaz bir komandadır. 180 dəqiqə gəlib sən o komandaya bir qol vurdun və məni Zirə ilə bağlı narahat edən nədir? Rəşad Sadıqov bir tərəfdən mənim çox şəxsən tanımırıq onu, amma çox böyük simpatiyam var məşqçi kimi. Amma mənə görə Rəşad Sadıqov son 2 mövsümdə geriliyə gedir bir məşqçi kimi və onun simvolik bir növ özünü ishar etdiyi, göstərdiyi oyunda məsələn Paydə ilə maçlar idi. Paydə ilə çünki səfərdə də Zirə dominant oynayırdı. İkinci sənə əvvəlində rəqib məşqçi həm taktik, həm də ki heyət baxımından dəyişiklik edir. Oyunu çevirir Paydə. Bir müddət o üstünlüyü ələ alaraq, oyunu dəyişərək qol vurur, qalib gəlir. İkinci oyunda da eyni ssenari baxmayaraq ki, Zirə çox sayılı epizodlar əldə edir. Payda oyuna mərhələli şəkildə qayıdaraq oyunu qazanır və Zirənin buna heç bir cavabı yoxdur. Rəşad Sadıqovla bağlı narahatdan başqa bir məqam. Baxın, analoji ssenari ötən mövsüm kubokda da var idi. Belə komanda müdafiədə kompakt blokla oturub əks hücum oynayır. İdeal münbit 7-ci dəqiqədə Sabaha qol vurmusan, Zirə qapısına sıxıla getdi və layiq olduğu məğlubiyyət aldı. Ötən mövsümün ikinci yarısının birinci hissəsində biz gördük ki, Zirə çox asanlıqla Sabaha 25 dəqiqədə 3 dənə qol buraxdı. Turan 2 qol vurdu, hansı ki Turana qol vurmaq da çox çətin bir müəssər olan bir şeydir. Ondan sonra Rəşad Sadıqovun həlli top oyunlarda beşli müdafiədir. Bu da ideyasızlıqdır və mənə maraqlı olacaq Rəşad Sadıqov indi yenilənən heyətlə yeni bir nəsə optimal həll qoyacaq, yoxsa avtobus park etməklə böyük oyunlarda oynamağa çalışıb balacalarla güc, yəni hesabına, komandasının daha yaxşı olması hesabına qalib gələcək. Məni Zirə ilə narahat edən bir məqam odur ki, Zirə son 2 mövsümdə geriliyə gedir və bu trend bu mövsümdə davam edəcək kimi görünür. Zirənin transfer siyasəti haqqında nə fikirləşirsən? 2 dənə tanış oyunçu var gələnlər arasında. Sabahdan Amin Seydiyev və Turandan Ayxan Hüseynov bizə tanış simalardır. Biz onların oyunlarını görmüşük və bir neçə qalanları ümumiyyətlə hamısı legionerlərdir. Nə düşünürsən? Zirə transferlərini necə eləyir? Zirə ümumiyyətlə çox oyunçularını göndərdi. Bütün ciddi maaşlı olan oyunçuların əksəriyyətini göndərdi. Komanda çox ciddi şəkildə heyət dəyişikliyi etdi. Sadəcə olaraq boşda qalan oyunçular, məsələn Ayxan Hüseynov bilirdi ki, Turandan çox maaş istəyir. İndi bilmirəm həmin maaş tələbini Zirə ödədi ki, Zirəyə keçdi. Bir mənalı şəkildə əsas heyətə müsbət bir transferdir. Çünki Ayxan Turan da əsas heyət oyunçusu idi. Amin Seydiyevə əslində biz sevinirik, çünki Seydiyev kifayət qədər yaxşı oyunçudur, amma
hazırki səviyyəsini qaldırmış Sabaha bir qədər uyuşa bilmədi. Nəticədə məsələn Sedat da mükəmməl bir mövsüm keçirir, ona heç bir şey demək olmaz. Seydiyev də amma özü üçün inkişaf etməsi üçün çox vacib bir komanda keçdi. Və əslində maraqlıdır ki, həm Ayxan, həm də Amin bir növ sağ cinahı gücləndirdi. İndi görəcəyik Zirədə özlərini yəqin əsas heyət oyunçularıdır, mən buna şübhəm yoxdur. Amma mən deyərdim ki, ümumiyyətlə Zirə bir qədər Qarabağ əgər sadəcə olaraq dəri qabıq dəyişirsə, fundamental şəkildə Zirədə bir qədər downgrade getdi. Yəni bir qədər az maaşlarına pul xərcləyəcək oyunçular alındı. Yəqin ki, Zirə də ötən mövsümə nisbətən bunun nəticəsində geriləyəcək. Keçək Turana. Turan haqqında sənin fikirlərin nələrdir? Mən şəxsən onu deyim ki, mən elə bilirdim ki, Turan ümumiyyətlə çox travmatik bir hadisə yaşadılar. Biz Turanı çox yaxından tanıyırıq, yaxından əlaqələrimiz var və biz bilirdik ki, bu onlar üçün nə qədər əhəmiyyətli bir şeydir, Avropanı qazanmaq. Mən Berdiyevin kanalın adı yadımdan çıxdı, ruslar gəlmişlər ondan. Katenaço Kapıcino. Ay sağ ol. O danışığına, o podkastına sona qədər qulaq asdım. Düzdür, çox vaxtım apardı. Bir həftəyə böldüm onu, amma sona qədər qulaq asdım və mənim o məşqçiyə qarşı çox böyük bir simpatiyam yarandı. Mən o məşqçini belə dərindən tanımırdım. Və mən özüm belə çox pis hiss elədim özümü bu yaşanan hadisəyə görə. Kaş ki olmazdı, amma artıq baş verdi və komanda Avropasız qaldı bu il və çox səssiz oldular. Ümumiyyətlə yoldaşlıq görüşləri çox belə başa düşülməyən bir komandalarla yoldaşlıq görüşləri planlandı elədi. Təlim məşq toplantısı yarımçıq qoyuldu. Sonra dedilər ki, təzən gedəcəyik. Bilmirəm, getdilər, getmədilər ya da deyəsən avqust ayında. Getdilər, hə. Ümumiyyətlə bir səssizlik, bir durğunluq görürdüm mən Turanda. O durğunluq pozuldu. Son yeni sponsor xəbəri ilə görüş keçirildi, mediaya xəbərlər verildi, yeniliklər verildi və mən Ehtiram müəllimin çıxışında bir pozitivlik gördüm. Yəni bəlkə də var idi durğunluq, amma artıq o bir pozitivliyə çevrilir, görürlər ki, mövsüm başlayır və dəyişmək lazımdır, özümüzə gəlmək lazımdır. Sən necə fikirləşirsən? Turan bu cür travmatik hadisədən sonra belə bu oyunçular, yəni yenə deyirəm də, futbol təkcə taktika deyil, həm də psixoloji faktor da var da bu məsələnin içində. Yəni bu komanda qoruya biləcək o dominantlıq deyərdim də buna. Çünki komanda müdafiə baxımından çox güclü idi Azərbaycan çempionatında. Qol buraxmaq baxımından çox yaxşı idi statistikası. Və son mövsümün ikinci yarısında artıq daha məhsuldar olmağı da bir qarşısına məqsəd qoymuşdu və bunu bacarmışdı. Səncə bu mövsümdə bunu davam edə biləcəklər? Mən dominantlıq deməzdim, çünki yəni top 4-lükdəki yerini qoruya biləcək kimi sual qoyardım. Sabitliyini bəlkə deyərsən. Necə geri qalanlar üzərindəki dominantlıq. Yəni top 3-lük, 4-lük demirəm də. Biz 4 və 8 deyə bölsək, 8-in üzərindəki dominantlıq təbii ki. Yəni bir tərəfdən hə, Turanda Sabahla oxşar cəhətlər nədən ibarətdir ki, bir tərəfdən həm komandanın baş məşqçisi qaldı. Bu dayanıqlılıq üçün yaxşıdır. Komandadan kifayət qədər də oyunçular getmədi. Düzdür, bir neçə oyunçusu getdi. Məsələn, Ayxanı demək olar bayaq qeyd etdiyimiz kimi. Amma yəni bu gedənlər Qarabağ səviyyəsində deyildi ki, deyək ki, komanda tanınmaz hala gəlib. Üstəlik Ehtiram Quliyev Azərbaycan futbolunda ən müsbət adlardan biridir. Ən belə çox təriflərə, sözün həqiqi mənasında layiq olan insanlardan biridir. Ehtiram Quliyevi hardasa Napolinin prezidenti De Laurentiislə müqayisə etmək olar ki, bu adam öz klubunu sevir, öz klubuna investisiya eləyir, amma De Laurentiis qədər qalmaqallı şəxsiyyət deyil, daha çox müsbət şəxsiyyətdir. Yəni ona görə bu da bizə düşünməyə rəvac verir ki, Turan öz mövqelərini qorumağa favoritdir. Çünki həmin o Sabahda olduğu kimi dayanıqlıq oldu. Heyət dəyişməyi, baş məşqçi dəyişməyi olmadı. Çünki Azərbaycan çempionatı səviyyəsində baş məşqçinin dəyişməsi klubun adının qalıb özünün tam köklü şəkildə dəyişməsi ilə nəticələnə bilər. Biz bunu Adici Neftçinin timsalında da gördük ki, Samir Abbasovla Verindub arasında nə qədər fərq var. Biz bu mövsüm bunu Şamaxı və Kəpəzdə görəcəyik. Baxarıq onlar haqqında danışacaq, yəqin onu qeyd edəcək. Amma Turanla bağlı elə mənim mövqeyim odur ki, Turan bir qədər ziddiyyətli komandadır. Yəni Turan Azərbaycan çempionatında müsbət komandadır. Biz onu sevirik, açıq deyək. Biz onun azarkeş olmasaq da, amma eyni zamanda komandanın transfer siyasəti, yəni bir qədər belə çox ziddiyyətlidir. Komandanın ümumiyyətlə gələcəyə yönəlik siyasətində çoxlu qeyri-effektli, yəni effektsiz addımları var. Məsələn, bir şey xatırladım ki, ötən mövsüm Vaci alındı. Vaci iflas bir mövsüm keçirdi, amma yenə də kontraktı bir il uzadıldı. Bax, sonra ötən mövsümün bəlkə də şanssız oldu Turan burada. Amma ən uğursuz transferlərindən biri də Tavares idi. Tavares bilmirəm komanda qaldı, getdi, amma yenə də məsələn ötən mövsümdə belə bir uğursuz transfer oldu. Ayxan Hüseynov gedib, Ayxan Hüseynovun yerinə Şamaxıdan Balaonu alıblar, amma Balao birə-bir əvəz ola biləcək, bilməyəcək.
Bu məsələ var. Düzdür, sponsor müqaviləsindən sonra hansı ki 2 milyon dollar, yəni 3 milyon 400 min manatdır. Düzdür, Ayxan müəllim deyir. Ehtiram müəllim demədi nə qədərlikdir, bir mövsümdə verəcək, yoxsa bir neçə mövsümdə verəcək. İntervyuda mən onu eşitmədim. Amma yəni ondan 2 gün sonra mərkəz müdafiəçisi alırlar. Çox vacib mərkəz müdafiəçisidir. Onun da mahiyyəti nədən ibarətdir ki, həm adam mərkəzi bağlayır, həm mərkəz solu bağlayır. Turan üçün bu fundamental bir mövqedir və üstəlik amma Turanın uğur qazanması üçün Turana o sabahda ötən il oldu, yəni nöqtə atışı lazımdır. Bu nöqtə atışlarını biz elə çox keyfiyyətsiz transferlərdə görürük. Ona görə Turan bir tərəfdən hardasa öz bacarıqlarının əldə edə biləcəyinin hardasa bir 65-70%-də oynayan bir komandaya oxşayır. Ona görə də mən məhz buna görə fikirləşirəm ki, Turan 3-4-cü yerlər üçün oynayacaq. Amma baxın, hələ də o əgər Turan 5-li ilə oynayacaq, yoxsa komanda 4-lüyə qayıdacaq, amma 4-lüyə qayıtması üçün bir müdafiəçi bəs etmir. 4-lüyə qayıtması üçün o Tavaresin pikdə olan o versiyası lazımdır. Bu baş verəcək, verməyəcək. Bax, Avropaya getməməyinin fəsadlarından biri nə idi? Biz Turan klubu ilə söhbət edirdik. Arada artıq oyunçuların transferlərinə bağlı söhbətlər var idi. Sonra cəzadan xəbər tutandan sonra iyun 15-i yanılmamsa artıq qərar veriləndən sonra KAS Turanın iddiasını rədd edəndən sonra o transferlər durduruldu. O transferin durdurulmasının məqsədi nədir ki, transfer pəncərəsi açılanda sən bir futbolçunu 500 min alırsansa, avqustda həmin futbolçu hələ transfer olmayıbsa 200 min alacaqsan. Amma onun əks fəsadı nədir ki, yay təlim məşq toplanışını buraxıb adam, yəni adam bir 4 ayda heyətə uyğunlaşmalıdır və bu da çox ağrıdıcı, yavaş bir prosesdir. Bax, bu hardasa məni ziddiyyətlərə aparır. Mənə görə Turanda əgər sistemli idarəçilik olsa, idman tərəfindən, məsələn, idman direktoru tərəfindən, o zaman Turan hazırki resurslarla belə daha yuxarı qalxa bilər. Çünki indiki sponsoru ilə artıq Turan bir addım da yuxarı qalxır. Hardasa puluna görə da birə-bir olmasa da sabaha yaxınlaşmış olur. Azərbaycan çempionatında yalnız Qarabağ Neftçi sabahdan geri qalır. Mən sənə Turanla Zirəni birləşdirə bir dənə belə ümumi bir sual verim. Şəxsən məni çox maraqlandırır, sənin cavabın mənə maraqlıdır. Beşli müdafiə oynayan, ümumiyyətlə oyun fəlsəfəsi müdafiə futbolu olan komanda nə etməlidir ki, birbaş yuxarı qalxsın? Nə etməlidir ki, artıq məsələn Qarabağ kimi oyun oynasın? Artıq avtobus oyunu yox, bildiyin mövqe oyunu oynasın məsələn. Yəni sadəcə o ifaçılardan asılıdır. Necə oyunçular olacaq? Yəni oyunçu problemidir bu, yoxsa yanaşma problemi? Sənə lateral lazımdır, bir mənalı şəkildə. Məşqi yanaşmasıdır. Məsəl üçün biz sabahın rəqibi Paulsen, o da üçlü oynayır, amma üçlü oynamağın nəticəsinə bax, cinahları inanılmaz intensiv şəkildə işləyir. Ruben Amorim Sportingdə möhtəşəm üçlü oynayırdı. Manchester United bu iflasa uğradı. Amma mən məsələn üçün Zirə 5-də oynamır bu arada. Zirə sadəcə olaraq məcburən 5-liyə düşür. O da ideyasızlıqdan gəlir. Bu da işləmir. Sabahla Qarabağdan oynayanda 5-də oynayır. Belə qalan klublarda Turanla da belə 5-də oturmuşdu. Bəli. Finalda da 5-də oynayırdı. Amma bu da Neftçinin də belə 5-də oynayırdı. Yəni ki, bütün top oyunları 5-də oynamağa çalışır. Amma Turanın problemi mən nəyə görə deyirəm? Turanda bunu mən necə effektiv olacağını görə bilmirəm. Çünki Berdiyev məşqçi kimi praqmatikdir. Yəni Berdiyevə ver Qarabağın heyətini, bu heyət daha yaxşı müdafiə olunacaq və daha çox müdafiə komandası olacaq. Mən açıq deyim, hələ ki Qurban Berdiyevin əlinə inanılmaz heyət verməsən, hansı ki Turan reallığında bu dəqiqə real deyil. Yəni Qarabağ Neftçi büdcələri ilə bəlkə ona 2 ilə o heyəti qurmaq olar. Berdiyev yenə də müdafiədən oynayacaq. Bu da komanda müdafiə xəttində bəli elitar komanda eləyəcək, amma qabağa gedəndə qol epizodları əldə etmək, o komanda qeyri-komfortlu ssenarilər olur. Oyunda hesabda geridi bərabərləşdirməlidir. Orada çox ciddi problem olacaq. Azərkeş kimi baxmaq komandaya çox ağır olacaq. Ona görə də azərkeşlərin səbri çox belə nazik olur. Komanda uğursuzluq qazanan kimi bir-iki oyunda istefa deyilir. Bunu da başa düşmək lazımdır, çünki futbol əyləncədir. Futbol həm əyləncə, həm də nəticə oyunu olmalıdır. Amma məncə Berdiyevlə bu olmayacaq. Gəl bu mövzunu belə son belə intriqalı bir sualla yekunlaşdırım. Səncə Berdiyevə Elvin Cəfərquliyev sol cinaha, Mateus Silva sağ cinaha verilsə, Turan daha yaxşı oyun oynayar, yoxsa yenə müdafiə oyunu oynayar? Mənə görə bir də ona Barnabas Varga lazımdır mərkəz hücumçusu mövqeyinə ki, və bir də ki 2-10 nömrə kim olacaq? Ondan da çox şəxsidir. Onlar olsalar, bəli, onlar olsa inanaram. Ancaq onlar olsalar da, çünki 5 oyunçu lazımdır ki, Turanın oyunu yuxarı qaldırsın. Əgər əlbəttə ki Berdiyev Tavaresin pikdə olan yaxşı versiyasını transfer edib, o 4-2-3-1-ə keçməsə. Əla. İlk 4 komandadan danışdıq, 5 komanda. O 5 komanda. 4-5-5 bəli Zirədə. Hə, 5-liyi tamamladıq. Gəl həyatda qalmaq uğrunda mübarizə aparan komandalara keçək. Araz Naxçıvan çox belə göynəyən bir yaradır liqada. Komanda Elmar müəllimdən sonra
mən başa düşmədim ki, o komanda nə etmək istəyir ümumiyyətlə. Yəni Elmar müəllimə qədər biz hardasa bilirdik ki, bu komandanın identitetası nədir, bunlar nə etmək istəyirlər. Sonra məşqçinin adı nə idi? Demchenko. Hə, Demchenko gəldi, heyətdə dəyişikliklər oldu və total iflas, yəni Araz yox idi. Yəni Araza gələn gedən oturdu da, yəni belə deyim. Mən Arazdan oyun görmürdüm ümumiyyətlə. İndi həddindən artıq çox transfer var. Bu dəqiqə saymağın heç bir mənası yoxdur. Yəni hətta Cəbrayıldan transferləri var, bizim liqamızdan transferləri var. Zirədən Rövlan Muradov. Yenə deyirəm, yəni komandanın mən nə etdiyini başa düşə bilmirəm. Sən Arazı necə görürsən ötən mövsümün yekununda və indiki keçdiyi periodda? Elmar müəllimlə danışanda çox təəssüf oldu. Çünki Araz məsələn ötən mövsüm bu vaxt Araz Arisi keçmişdi. Çox güclü Arisi. Bu arada Azərbaycan klubları hətta CSKA Sofiyada Arislə müqayisə olunmaz bir komandadır. Aris çox yaxşı komandaydı. Ammonia 9-0 udsa da ötən mövsüm bu vaxt biz fikirləşirdik ki, Araz yenə də Avrokuboklarında mübarizə aparacaq, amma təəssüf olsun ki, Elmar müəllim artıq çox geniş şəkildə yayılmış açıq sirr idi ki, soyunub geyinmə otağını itirdi. Ondan sonra da əlbəttə ki, məşqçi soyunub geyinmə otağını itirirsə, onun qalmağı mümkün deyildi. Yəni əslində ağrıdıcı, amma labüd qərar idi. Arazın bir problemi var. Əzim Arazın problemi ondan ibarətdir ki, bu komanda Naxçıvana qayıtmalıdır. Araz isə Naxçıvana qayıtmaqdan başqa Azərbaycan turnirinə çıxıb. Belə ki, ötən mövsüm Mərdəkanda başlamışdı, sonra getdi Sumqayıta. İndi mən bildiyimə görə Yaşamaq Qəbələdə oynayacaq. Yəni belə bu mövsüm oyunları bəli rəsmi olaraq Yaşamaq Qəbələ olacaq. Sonra yəni Naxçıvandan başqa hər yerə gedir. Çünki Arazın elə bir potensialı var ki, Naxçıvan səfər, sözün həqiqətində səfərdir də. Yəni ki, Bakıda Sabahla Neftçi oynayırsa ya Sumqayıtla oynayırsansa 45 dəqiqə gəlib çıxırsan oyuna. Və bu arada Sumqayıta getmək daha asandır, nəinki Masazıra, bunu da deyək. Sabahın oyunlarına. Amma sən Araza, Naxçıvana getsən, Naxçıvana uçursan. Və bu Naxçıvan azarkeşlərində düşün ki, müxtar bir respublika, böyük bir region ancaq bir komanda ətrafında birləşib. Araz Naxçıvan sözün həqiqi mənasında səfərdə ən ağrılı səfərlərdən birinə çevrilə bilər. Vaxtında necə Xəzər Lənkəran idi. Bəli. Və potensial da var orada. Sadəcə bu komanda Naxçıvan stadionunu təmir edib, orada oynamaqdan başqa hər şey eləyir və təəssüf olsun ki, nə qədər bu komanda Naxçıvana getmirsə, bu komandanın ciddi işini gözləmək olmaz. Ümumiyyətlə komandanın sanki bir fəlsəfəsi yoxdur ortada. Ya fəlsəfədən qabaq ev lazımdır. Sən evin olmalıdır. Elə əslində mən ona gətirirəm ki, yəni evi də istəmir də, fəlsəfəsizlikdən gəlir ki, yəni bu komanda nə üçün var? Ümumiyyətlə Araz Naxçıvan, Naxçıvanın klubu nə üçün var? Yəni hər halda Bakıda oynamaq üçün yoxdur da bu. Yəni necə ki Turan hər şey eləyir ki, Tovuza qayıtsın. Bəli. Və orada oyununu oynasın. Adamlar mən başa düşürəm, oyunçuları Tovuzda saxlamaq çətindir, mümkün deyil. Yəni sən legioner alırsan və ona deyirsən ki, sən Tovuzda yaşayacaqsan. Bu nə absurd bir şeydir də. Zaten legioner onsuz da legionerlərin hamısı Ağşəhərdə yaşayır. Araz Naxçıvanda da elə olacaq. Mən də onu deyirəm ki, buna çarə kimi Turan Tovuz demir ki, yaxşı, onda biz Dalğa Arenada oynayaq. Turan Tovuz deyir ki, okey, siz yaşayın Ağşəhərdə. Amma ev oyunlarımıza minəcəyik qatara, gedəcəyik Tovuza. Bəli. Yəni bu problemi belə həll edirlər və Tovuz cəmaatı üçün iş görürlər. Yəni oradakı insanlar üçün iş görürlər. Çünki bu komanda Tovuzun komandasıdır. Və sanki Araz Naxçıvan ümumiyyətlə bu şeyi görməzdən, belə bir şey yoxmuş kimi davranır. Belə bir problem yoxmuş kimi davranır da. Yəni sən dediyin kimi getmək istəmirlər. Bir neçə bizim klubumuz belə eləyir açığı. Amma Araz Naxçıvanın çox ciddi, sən demiş, müsbət bir gücünə çevirə biləcək aləti komanda atır çölə. Bəli, yəni nə qədər dediyim kimi, o baş verməyəcək halda ciddi bir şey gözləmək olmaz. Birinci addım odur. Evinə qayıdır. Çünki fikirləş də Arazın azarkeşləri var idi ki, bir qism sədaqətli şəkildə Arazın Mərdəkandakı oyunlarına gedirdilər. Azarkeş üçün nə qədər stressdir Mərdəkandan Sumqayıta keçmək. Plus indi yuxarı qalxırsan, şimalı qalxırsan biraz da, o biraz da stresi artırır və azarkeşi itirirsən. Nəzərə al ki, komanda qalib gəlmir. Məsələn, Qarabağ olsa, Qarabağ kimi komanda olsun, ya Neftçi kimi komanda olsun, məsələn, garantiya edirəm ki, bir qism azarkeşi itirəcək. Çünki azarkeşi qıcıqlandırıb itirəcək, çünki qeyri-ciddi yanaşmadır. Qeyri-ciddi yanaşmadan falan əlavə, Bakıda olanda indi Naxçıvanlılar arasında Bakıda yaşayanlar var, çoxluq var, Dalğa Arenaya gedirdilər. Yaxşı, cəhənnəm, Sumqayıta da gedirdilər. Fərz eləyək, mən
baxmırdım, izləmirdim ki, nə qədər azarkeş gedir, amma da Şamaxıya, Qəbələyə nə qədər adam gedə bilər Naxçıvanı dəstəkləməyə? Bu çox absurd bir şeydir də bu. Və mən bilmirəm, sənin xəbərin var ümumiyyətlə iş gedir, yəni o stadionu bərpa eləməyə, Naxçıvana köçməklə bağlı iş gedir. Daima nəsə var, amma konkret ortada bir şey yoxdur. Məsələn, Gəncə arenası var idi ki, ötən il mövsüm boyu danışıldı. Naxçıvanda hələ ki o səviyyədə deyil. Mən Araz Naxçıvan azarkeşlərindən, ümumiyyətlə Naxçıvanlı bizi izləyən azarkeşlərdən xahiş edirəm ki, vəziyyətlə bağlı nəsə bilirlərsə, ümumiyyətlə fikirlərini, gözləntilərini və xəbərlər varsa, bəlkə bizim nədənsə xəbərimiz yoxdur, onu şərhlərdə yazsınlar. Gəl biz keçək Sumqayıta. Sumqayıtda oynayan komandalardan danışdıqsa, Sumqayıtdan da danışaq. Sumqayıt keçən mövsüm çox ciddi problemlər yaşadı mövsümün ikinci yarısına yadıma gəlirsə. Mövsümün birinci yarısında əslində Avropa uğrunda döyüşən komanda mövqeyindən. Amma onda da overperformans var idi. Biraz overperformans var idi. Hə, biz dataya baxanda görürdük ki, əslində vurmamalı olduğu epizodları vurublar. Əslində ikinci mövsümdə elə bir tarazlandı vəziyyət. Rəqəmlər özünü doğrultdu. İndi isə çox qəribə bir transfer siyasəti eləyiblər. Komanda sanki dağılır. Sən Sumqayıtdan nə gözləyirsən? Çünki Sumqayıt əslində çox gözəl, stadionda möhtəşəmdir. Sumqayıt potensial möhtəşəm layihədir, çünki bir şəhərin bir komandasıdır. Yəni bütün diqqət mərkəzi ona gələ bilər. Ötən mövsüm Saşa İliçinin böyük problemlərindən biri ondan ibarətdir ki, biz nəyə görə hətta mövsümlər arası, daha doğrusu dövrlər arası buraxılış edəndə görürdük ki, Sumqayıt daha çox 4-cü yerə yox, 7-ci, 8-ci yerə yaxındır. Yəni Avropadan uzaqdır. O da müdafiənin bərbad olması idi. O müdafiə sona qədər həll olunmadı. Əlbəttə ki, uzun mövsümdə sən ortalamana düşürsən və ortalamada o qədər Sumqayıtın orta yerlərdə olan komanda olduğundan xəbər verirdi. Bu mövsümdə də əslində Sumqayıta yenildim. Sumqayıta çox ciddi, yəni Turanda olan kimi, Turan məsələn Sumqayıt özünə Turan nümunə kimi götürə bilər ki, əgər istəsə, əlbəttə ki, komanda qurmaq lazımdır. O komanda quruluşu olmazsa, Sumqayıtdan da nəsə ciddi bir şey gözləmək olmaz. Sumqayıt da potensial böyük komanda ola biləcək potensialına, yəni o imkana malikdir. Məhz bir şəhəri təmsil etdiyinə görə və Mehdi Hüseynzadə kimi gözəl stadionuna sahib olduğuna görə, amma biz elə onun heç bir meydanda, yəni komanda transfer siyasətində onun necəsə özünü göstərəcəyini görmürük. Transferlərində bu arada ən ciddi itki Aleksandr Ramalingo'nun getməyidir. Bəli. O qollar necə vurulacaq? Keçən mövsüm liqada 10 dənə qolu var idi bu oyunçunun. Və onun əvəzinə indi 31 yaşlı hücumçu alınıb, Jean Oliveira, amma biz nə qədər əminik ki, bu komanda o overperformans elədiyi qol məsələsini yerinə qoyacaq, plus da müdafiəyə heç bir toxunuş yoxdur. Plus Saşa İliç ötən mövsüm çox hücuma meylli gözəl komanda qurmuşdu. Sumqayıtın hücum fazası gözəl idi. Sumqayıtda problem müdafiə və müdafiə keçid idi. Bu il indi hücum elə olacaq, yoxsa ümumiyyətlə durum necə olacaq? Komandanın hücum oyunu necə dəyişəcək oyunçulardan başqa? Şamaxıya keçək. Şamaxı inanılmaz bir şey yaşayır. Mən bu dəqiqə qabağımdadır transfer siyahısı və transfer siyahısını tam görmək üçün mən bir dəfə bir scroll edirəm ki, o siyahını tam görüm. Ayxan Abbasov komandadan sağollaşdı. Millinin başına keçdi. Bu arada bayaq ona salam göndərmişdi. İndi də salam göndərək bizi izləyirsə. Çox ciddi gedənlər və gələnlər var. Sən ümumiyyətlə Şamaxı ilə bağlı çox skeptik yanaşırsan. Sən Şamaxıdan nə gözləyirsən bu mövsüm? Skeptik yanaşam nə mənada? Çünki Şamaxının sponsoru ötən mövsümdə AFFA idi. Yəni nə mənada AFFA idi ki, dövlətin verdiyi 2 milyon yarım pul idi və oyunla Ayxan Abbasov möhtəşəm iş gördü. Şamaxı birinci turda Neftçidən xal alandan bu yana heç vaxt liqadan düşmək təhlükəsi ilə ümumiyyətlə bir növ yaxın olmadı. Və Ayxanla şəxsən Millinin iyundakı Macaristandakı təlim məşq toplanışında da bu haqqında geniş danışmışdım ki, Nəcəb Şamaxıdan getmək istədi. Onda izahı idi ki, komanda təzədən sökülüb yığılırdı. Mənim milli komandada öhdəliklərim var. Milli komanda özü də ciddi, çox vaxt tələb edilən, oturuşmamış bir komandadır. Gəlib bir də onu Şamaxıda eləmək bir qədər mümkünsüz olardı. Bir əldə iki qarpız tutmaq olardı. Amma Şamaxıdan mənim skeptik yanaşmam dedikdə Şamaxıda yaşamaq uğrunda mübarizədə mütəxəssisə çevrilmiş Azər Bağırov gəlib. Mən Azər Bağırova inanıram, çünki Azər şahana bir həmin o survival məşqçisidir. Adam hələ məşqçilik təcrübəsinə başlayandan regional liqasının qalibi olub yuxarı çıxmağı bacaran və yuxarıda qalmağı bacaran bir məşqçidir. Son 2 mövsümdə açıq deyək, çempionatdan düşməyə layiq olan Kəpəzin, hansını ki Adil Şükurovla mövsümün əvvəlində altını vurmuşdular Kəpəz rəhbərliyi, elə komandaya gəlib
yayı olmadan, təlim məşq toplanışı olmadan liqada saxlamağı bacarmışdı. Ona görə də mən Azər Bağırova tam inanıram. Azər o işin ustasıdır. Şamaxını mənim fikrimcə deməzdim baş ağrısı olmadan, çünki ötən mövsümdə Ayxan Abbasovun daha bir möhtəşəm özəlliyi, oyunçu belə aşağı büdcəli oyunçuları çox yaxşı görməyi bacarığı idi. Orada xüsusilə Kərim Rossi və Balao var idi. Bu mövsüm necə olacaq? Amma mən yəqin ki, ikinci yarısı hissəsində olacaq. Bəlkə ikinci, üçüncü 3də birində ola bilər, 7, 8, 9, 8-9 belə. Amma mən Şamaxıya Azər Bağırova inanıram. Şamaxı bu arada qol silahını itirib də, bayaq danışdıq. Qol silahını heyətini itirdim. Yəni, Balaon da itirib. Balaon da itirib, Kərim Rossini də itirib və ümumiyyətlə yeni gələn oyunçular, bu qədər oyunçu Yəni sıfırdan komanda yığılacaq da. Sadəcə Azər Bağırovla da mən məntiqini başa düşürəm. Kəpəzdən getməyin səbəbi onunla ibarətdir ki, Kəpəz indi öz stadionunda oynayacaq. Kəpəz Azərbaycanın ən böyük klublarından, dahi klublarından belə köklü klublarından biridir. Kəpəzdə işləmək bir qədər nankor işdir, nə mənada ki, yəni bundan sənə çox sağ ol deyən olmayacaq, amma səni tənqid edən, sürüyən olacaq. Şamaxıda elədir ki, o təzyiq onda olmayacaq. Üstəlik Şamaxının çox gözəl həm stadionu var, həm təlim məşq toplanışı mərkəzi var, Afonlara verib. O üzdən Şamaxı yəni rahat iş yeridir ki, məncə Azər Bağırov üçün də burada ortalarda möhkəmlənə biləcək bir komanda yaratsın və bəlkə də məsələn Azərin növbəti işi artıq top altılığa girməyi istəyən Araz Naxçıvan olacaq. Çünki Azər oradan başlamışdı, amma onu liqaya qaldıranda başlamışdı. Çünki ona görə də mənim yanaşmam budur ki, Şamaxıda o bir qədər az stressli bir mövsüm yaşayacaq, amma Şamaxı da əlbəttə ki, sıfırdan qurulan bir komandadır. Əslində İmişlidən danışacaqdıq, amma Kəpəzi dedin, gəl Kəpəz məsələsinə biraz toxunaq. Stadion artıq hazır olandan sonra bu mövsüm artıq bütün oyunları Gəncədədir. Milli komanda ayın 3-ü, oktyabrın 3-ü Kəpəzdə oynayacaq öz oyununu. Gəncədə. Bəli, Gəncə. Mən bilmirəm o açılış olacaq yoxsa ona qədər olacaq. Gəncə ilə dünən Kəpəzlə Karvan oynadı 2 gün öncə. Stadion testi idi. Karvan desən 3-1 utdu, yəni belə bir oyundu. Yoldaşı görüş məqsədi o idi ki, stadionu yoxlasınlar. Çünki xatırlayırsansa, ötən il Turan Şamaxı ilə maçda stadionu açdı. O stadion bərbad vəziyyətdədir, güclə oyunu qurtardılar. Elə hal baş verməsin deyənə stadionu yoxladılar. İndi mən yoxlamanın nəticəsində xəbərim yoxdur, amma belə deyək də Kəpəz oyunlarının əksəriyyətini evində oynayacaq və bu əslində həm yaxşı, həm də pis şeydir. Çünki Kəpəz hansı formada olacaq, necə olacaq, o böyük bir sualdır. Amma stadion faktoru olaraq mən düşünürəm ki, bax biz bayaq qeyd elədiyik ki, səfər atmosferi. Yəni o sən Turanla oynayanda sən hiss edirsən ki, sən səfərdəsən. Məsələn, Şamaxı ilə oynayanda onu hiss eləyə bilmirsən. Amma ironiya odur ki, Turan öz evində daha pis oynayırdı. Çünki təzyiqlər olurdu. Ona görə əslində neytralda daha yaxşı oynayırdı. Əslində komandanın da vəziyyəti buna çox təsir eləyir. Yəni yaxşı komanda öz evində oynayanda. Mən ona görə sənə deyirəm ki, Kəpəz kimi komanda, tarixi komanda, hansı ki Turan kimi. Turan amma 4-cü, Azərbaycan 3-cü komanda, ən yaxşı komandası. Kəpəz, azərkeşlər var idi ilk səfərə. Kəpəz ötən ilki oyunu oynasa, əksinə o Kəpəzin problemi olacaq. Çünki azərkeşlər gəlib səni daima söyəcəklər, çox öz komandasına baskı eləyəcəklər. Mən deyirəm də uzağa getməyək. Ötən mövsümün birinci dövrəsinin ikinci hissəsində noyabr, dekabr, haçan ki Turan öz evində oynadı, nə qədər tənqid var idi adama 0-0-lara görə. Eyni şey düşün ki, top komandadır. 3-cü yerdə gedən komandadır. Kəpəz axırıncı 3 yerin sahibidir. Yəni belə komanda və bu ildə Kəpəzin əslində üzərində çox neqativ diqqət olacaq. Ona görə məncə o Kəpəzin həm plusu, həm də çox ciddi, daha çox minusuna oxşayır, nəinki üstünlüyünə. Kəpəzin transferləri arasında, yəni biz gəl səmimi olaq ki, oturub bir hamısını çox şiddətlə araşdırmamışıq, vaxtımız olmayıb. Çünki yayda dünya çempionatındaydı fokusumuz. Biz təzə fokus olmasın, ələ sözünü kəsdim. Bunlar fokus olmasın. Kəpəzdir, Şamaxıdır. Bunları sadəcə olaraq yeganə başa düşməyin yolu oyunlarına baxmaqdır. Çünki komanda yenilmə sıfırdan komanda yolur. Buradan heç bir şeydən söhbət gedə bilməz. Yəni orada təkcə oyunçulara baxmaqla biz bir nəticəyə gələ bilməyəcəyik. Bir dənə burada parıldayan, gözümüzü qamaşdıran oyunçu Kenneth Kalungadır. Mingəçevirdən gəlib və keçən mövsüm aşağıdakı 1-ci liqada 15 qol vurub. Bombarderlər yarışında ikinci olub. Onu Kəpəzdə görmək maraqlı olacaq, görək nə effekt verəcək. Ümumi götürsək, sənin dediyin kimi, bu bir oyunçunun işi deyil ki, komandanı yuxarı qaldırsın. Ümumiyyətlə görə yeni məşqçi orada nə iş ortaya qoyacaq. Gəl keçək İmişlidən danışaq. İmişli çox maraqlı bir əslində ki, ötən mövsümü keçirdi. Outsider olmadı. Əslində o tapşırığın öhdəsindən çox yaxşı gəldi. Və Portuqaliyalı məşqçi adını unutdum bu dəqiqə. Kaşkiliya, ay sağ ol. Çox yaxşı bir ilk yarı keçirmişdi. Bizi çox təəccübləndirirdi. İmişli oyunlara çıxanda mənim üçün maraqlı olurdu onun nəticəni izləmək, görmək ki, o necə olacaq. Amma ikinci hissədə, mövsüm ikinci yarısında nə baş verdisə, İmişli söndü.
Mən düşünürəm ki, bu komandanın yorulmağı ilə əlaqədardır. Yəni oyunçuların fiziki dözümlülüyü çatmadı ki, bütün mövsümü o tempdə keçirsinlər. Sən necə düşünürsən? Nə çatışmadı İmişlidəki İmişli Kaşkilya ilə sağollaşmaq məcburiyyətində qaldı? Kaşkın sağollaşma ayrıca danışacağam. Bu biraz mübahisəli qərardır. Qalmaqalı deməzdim, amma bunun fəsadları da ola bilər imiş üçün. Komanda bəli, sən dediyin kimi ehtiyat oyunçular skamyası uzun olmadığından, yəni harca komanda 18 oyunçusu yox idi ki, eyni səviyyəni verə biləcək. 16 heç oyunçusu yox idi. Ona görə ikinci dövrədə fiziki cəhətdən komanda bir qədər tükənməyə başladı, amma daha çox belə komandalarda belə bir ifadə var da, regression to average. Yəni nə deməkdir bu Azərbaycanca tərcüməsində? Ortaya reqressiya. Komanda müəyyən zaman kəsiyində overperformans eləyə bilər. Yəni məsəl üçün İmişlidə Kaşkilya çox uğurlu şəkildə seleksiya etməyin sayəsində yaxşı komanda qurdu, yaxşı avtobus komandası qurdu. Sözün müsbət mənasında komanda öz istedadına görə çox realistik yanaşırdı. Amma ikinci dövrənin əvvəlindən əlbəttə ki, İmişlini yavaş-yavaş bir növ hiss eləməyə, dişləməyə başladılar və əlbəttə ki, nəticələr də getməyə başladı aşağı. Amma bununla belə İmişli mövsüm boyu çox fantastik bir öz standartlarına görə mövsüm keçirdi. Aşağı düşmə stressi ilə üz-üzə qalmadı. Bizə burada qıraqdan gəlir ki, Azərkeş kimi biraz narahat oluruq komandamız üçün, amma klub rəhbərliyi səviyyəsində, komanda səviyyəsində, oyunçular səviyyəsində aşağı düşmək stressi çox pis şeydir. O sənin performansını bir mənalı şəkildə pisləşdirir. İmişlidə də ötən mövsüm ortasında yalnız 13-14 oyunluq qələbəsizlik seriyası var idi, amma birinci dövrədə qazandığı xallar kifayət qədərdir və mən indiyə qədər onu deyim ki, İmişli bir texniki səhvə yol verdiyinə görə Sumqayıtla maçda ona texniki məğlubiyyət verilmişdi. Yoxsa plus 3 xal da olmalıdı mövsümün əvvəlində və bu bir mənalı şəkildə Kaşkilyanın zəhməti idi. Həm yaxşı taktika qurmuşdu, həm də Portuqaliya olduğuna görə öz kanallarından istifadə edib aşağı büdcəli yaxşı oyunçular gətirmişdi. İndi komandanın rəhbərliyi çox riskli bir addım atıb. O riskli addımdan çox rahat şəkildə komanda yana da bilər. Biz ona baxmalıyıq, görək necə olacaq. Keçək Qəbələyə. Qəbələ azarkeşləri bizdən çox tələb eləyirlər onlar haqqında danışmağı. Biz nəhayət ki, bugün məncə ətraflı danışacağıq Qəbələ haqqında. Nə düşünürsən? Qəbələ necə bir layihədir sənin gözündə? Çünki biz keçən mövsüm mənim yadımdadır ki, Qəbələni analiz edəndə deyirdik ki, Qəbələ çox yaradır, az vurur. Yəni underperformance var idi. Bütün mövsüm boyu bu oldu. Əslində, yəni komanda daha yaxşı performans göstərməli idi və heç o liqada qalmaq yarışına girməməli idi. Bəli, hardasa yanılmırsa 10-12 xal az yığmışdı. Normal ortalama yığmalı olduğundan. Yəni komanda çox şanslı idi. Bayaq danışdıq İmişlidə üstün cəhət nə idi ki, çempionatın əvvəlində yaşamaq olduğu mübarizəyə qurşanmadı deyə komanda daha yaxşı oynadı. Daha stressiz oynadı. Ya bax Qəbələdə məsəl o problem var idi ki, yəni Qəbələnin çox yaxşı Çıxadacı kimi usta bir məşqçisi var. Komanda heyəti o qədər pis deyildi. Komanda indi rahat şəkildə çempionatda Şamaxının tutduğu mövqeyini tutmalı idi, çox rahat şəkildə. Amma komanda ki mövsümün əvvəlindən çox effektiv oynadı və nəzərə alaq ki, Qəbələ keçən mövsüm 1-ci liqadan gəlmiş komanda idi. Bu da liqalar arasında fərq çox böyükdür. Sən bayaq Kəpəzin yeni oyunçusunu dedin, amma Azərbaycan çempionatında, istənilən Avropa çempionatında Premyer Liqa, əsas liqa, birinci liqa, ikinci liqa olan hərəsinin öz oyunçuları var. Yəni birinci liqada oynayan oyunçu adətən yuxarıda gəlib oynaya bilmir. Qəbələ o transformasiyanı, ağrılı transformasiyanı yaşadı. Bəxti gətirmədi. Yəni komanda o qədər pis deyildi bir mənalı şəkildə. Mən bu mövsüm Qəbələdən gözləyirəm ki, və fantastik Rossini də alıblar. Mən bu mövsüm gözləyirəm ki, Qəbələ ötən ilki Şamaxının oyununu oynayacaq. Oyun baxımından yox, çünki oyun baxımından Çıxadacı qat-qat daha göz oxşayan maç oynayır, amma nəticələr baxımından Qəbələ yaşamaq uğrunda mübarizənin yaxınlığında olmayacaq. Mən ümumiyyətlə fikirləşirəm ki, o mübarizədə İmişli də ola bilər, Şafa ola bilər, sonra mənim düşüncəmcə Kəpəz ola bilər, bəzi şeylər düz getməsə, amma Qəbələ onların üzərində olmalıdır. Sən keçən mövsümün analizlərində ondan gilələnirdin ki, komanda çox cavandır. Ümumiyyətlə yaş ortalaması olaraq çox cavandır. Səncə bu mövsüm artıq bu problem aradan qalxacaq? Tam yox, amma komanda biraz təcrübəli oyunçular aldı. Məsələn, Rossini də təkrar eləyək, çox lazımdır və həmin oyunçular da artıq bir il Azərbaycan çempionatında oynayıblar. Düzdür, gedənlər də var, amma komanda yavaş-yavaş özünü toparlayacaq. Massumo gedib, bilirsən də, 9 gol vurmuş Massumo gedib. Əslində Rossinin gəlməyi düzdür, Rossiya çox möhtəşəm bir oyunçudur Azərbaycan liqası üçün, amma bizim üçün bu, yəni şəxsən mənim üçün bu dəqiqə sualdır ki, Qəbələ, sən amma konkret düşünürsən ki, Qəbələ yaşamaq uğrunda mübarizə aparmalı. Mənə görə Qəbələ ümumiyyətlə inkişafı belə gedir də, təkamüli. Əvvəlcə komanda 7-8-ci yer tutsa, bu mövsüm stressiz yaşamaq uğrunda mübarizədə yaxşı olsa, özünə başqa sponsorlar tapa bilsə, bir qədər Turan maliyyə cəlb edə variantı da, Turan təzə gələndə necə idi? Bəli. Ehtiram müəllim deyirdi ki, konkret çıxıb deyirdi ki, bizim məqsədimiz liqada qalmaqdır. Bəli.
Və Turan onu çox yaxşı. Amma Turanda necə idi? Turan Ayxan Abbasovun rəhbərliyi altında birinci tam mövsümdə ortada oldu. Sonra Berdiyevlə 4 və 3-cü yeri tutdu. Qəbələdə bir qədər 1 il geri də elə bir təkamül. Qəbələ indi 7-8-i tutmalıdır. Sonra yaxşı biraz maliyyə toplaya bilməlidir. Onun nəticəsində komanda Azərbaycan çempionatında belə deyək ki, 6-lıq ötən mövsüm var idi, amma 6-lıq ciddi deyildi. Hardasa 4-lük uğrunda mübarizə apara biləcək bir kolleksiya çevirmək bir 2 il yaxşı transferlər olsa komanda bunu bacara bilər. Amma ilk addım rahat 7-8-ci yer tutmalıdır. Sonda Şəfadan danışaq. Mən yalan danışmıyorum. Mənim Şəfa ilə bağlı heç bir məlumatım yoxdur. Mən aşağı liqanı izləməmişəm mövsüm boyu. Səndə bilmirəm vəziyyət necədir. Sən izləmisən Şəfanın oyunlarını? Şəfanın bir neçə oyuna baxmışam, son oyunlarına baxmışam ki, sadəcə anlayışım olsun. Şəfa ilə bağlı belə də Şəfa düzdür, azarkeşləri Şəfanın belə deyək, Azərbaycanda məsələn İngiltərəndə müqayisə edək, azarkeşləri hər komanda öz azarkeşi yoxdur. Elə komanda var azarkeşsizdir. Şəfa da həmin komandalardan biridir ki, belə fan bazası o qədər yoxdur. Amma Şəfada belə bir hərəkət var ki, Şəfa deməli adətən komanda aşağı liqadan yuxarı liqaya çıxanda çox amansız, ağrılıcı bir hərəkət edir. Onu yuxarı qaldıran oyunçulardan canını və hətta məşqdən canını qurtarır, yenilərini gətirir və bu baş verərsə, uğursuz olarsa, həmin komandanın öz azarkeşləri də ona qarşı dönür. Şəfa bu anlamda bu mövsüm əgər liqadan düşsə və bu mövsüm məsələn ötən mövsüm 11-ci yer tutan Qəbələ çox güclü idi, ikinci liqanın ikinci komandasıdır. Amma Şəfa birdən 11-ci yer tutsa, ikinci liqanın ikinci komandasına eyni səviyyədə olacaq. Düşəcəyi halda məncə Şəfa həm də jurnalistlərin və məncə sosial mediada ən qeyri-populyar komandası olacaq. Yenə də rəhbərliyini biz mühakimə edə bilmərik, çünki komandanın bilmirəm də oyunçularla yəqin ki mən əminəm ki o Şəfanı yuxarı qaldıran oyunçularla adam komanda qalxır və onların arasında bu arada mənimlə məşqçilik kursuna gedən Novruz da var. Buradan ona əgər bizə baxırsa salam göndərirəm. Çox istedadlı bir müdafiəçi və insandır, keyfiyyətli insandır. Amma yəni əgər bu baş verərsə Şəfa elə bir komandadır ki, heç kim uf deməyəcək. Çünki həm bir fan bazası yoxdur, həm də ki o biraz amansız baş kəsməkdə. Bunun fəsadları odur ki, sən iflasa uğrayırsansa, sənə deyəcək bax gördün də sən səni qaldıranların qədrini bilmədin. Aslan və Fərhadda Cəfər Cabbarlı da var. Qardaşının hesabına Aslan Fərhad biri qardaşının hesabına oxuyur, adam olur, onu bəyənmir, sonradan tale onu vurur. O da qardaşı miskil olur, özünü öldürür. Sonra da bunun da başına eyni şey gəlir. Şəfa həmin o Aslan və Fərhadın ssenarisini Cəfər Cabbarlıdan təkrarlamış olacaq. Ümumiyyətlə bu elə bir addımdır ki, burada ya çox qazanacaqsan, ya da çox itirəcəksən də. Çünki sən demiş o biraz belə mənəvi bir faktor var da, səni ora qaldıran məşqçi. Məşqçi ilə ümumiyyətlə sağollaşmaqları çox qəribə qarşılandı mediada. Məşqçi bütün oyunçularını göndərir. Bilirəm, oyunçulardan da əlavə bilsən necə, məsələn, oyunçuları sən iddia edə bilərsən ki, bu oyunçular Premyer Liqa üçün deyil. Amma məşqçi fəlsəfəsi əslində uyğunlaşdırıla bilər də Premyer Liqaya, amma ona şans belə verilmədi. Məsələn, mən gözləyirdim ki, heç olmasa bir 3 oyun şans veriləcək ki, 3 oyun, yox, 3 oyun şey olar. 3 oyun az olar, bir 6-7 oyun 6-7 oyundan az olmalıdır. Adil Şükürov məsələn 6 oyun uğursuz olduqdan sonra qovulmuş, istefaya göndərilmişdi. Amma normalda bir şans verilir. Sadəcə o yenə məşqçi əsas işi gördü. Komanda birinci yerlə çempionatı vəsiqə qazandı. Bu biraz yenə də ağrılı bir qərardır. Mən bunu sən elə Premyer Liqadan misal verdin, İngiltərədən. Məsələn, indi Türkiyəli iş adamıdır deyə mənim məsələn izlədiyim bir adamdır. Acunun Hull City-si Premyer Liqaya yüksəldi və mənə məsələn təəccüblü gəlirdi, amma indi daha yaxşı başa düşürəm. Çünki həmişə açıqlamasına deyirdi ki, biz oyunçularımızı saxlayacağıq və onlara elə bir o rahatlığı yaratmaq istəyirdi ki, sizi qovmayacağam da. Yəni əlavələr olacaq, oyunçular gələcək, amma bizi qaldıran oyunçuları, bizi qaldıran məşqçini saxlayacağıq. Bu bir yanaşmadır. Biz qınaya bilmərik ki, Şəfa niyə belə yanaşmayıb, amma nəsə mənə elə gəlir ki, Şəfa bu qərarın ağrısını Premyer Liqada çəkəcək. Səncə? Christoph Berman var, Alman jurnalist. Onun bir kitabı var idi, Football Hackers. O kitabda yazırdı ki, belə bir data göstərmiş. Data 2014-23 idi, belə bir şeydi. Top 20 liqasında Avropanın göstərdiyi ki, aşağıdan yuxarı qalxan komandaların trendi var ki, 9 və daha oyunçu dəyişən komandaların 70% deyəsən aşağı düşürdü. Yəni bu uğurlu siyasət olmur da adətən. Mən elə məşqçilə danışmıram, oyunçuları dəyişəndən sonra. Yenə deyirəm, Şəvanın yardımına nə gələ bilər ki, biz bilmirik İmişli bu il necə olacaq, biz bilmirik Kəpəz necə olacaq. Bu komandaların Şamaxı mən yenə də Azər Bağırov inanıram bir məşqçi kimi Şamaxı rahat şəkildə olmasa da öz yerini qorumalıdır. Amma yəni əgər ortalama Azərbaycan çempionatında düşməsə, Şəfa liqadan düşməyə bir nömrə favoritdir. Bütün komandalar haqqında danışdıq. İndi mən sonda istəyirəm ki, konkret
sənə 10 dənə sual verim. Bizim izləyicilərimizin Instagramdan verdiyi və onunla da biz bu bölümümüzü yekunlaşdıraq. Birinci sual Məzahir Musayev verib. Qarabağ Sabah rəqabəti bu mövsüm səncə necə keçəcək? Qısa. Olacaq, amma yəni Qarabağın heyətindən və Avropadakı çıxışından asılı nə qədər amansız olacaq. Amma birbaşa baş-başa görüşləri yenə də keçən kimi fantastik olacaq. Doktor Əhmədzadə yazıb ki, Qarabağın transferləri səhvmi oldu, effeksizmi oldu səncə? Ötən il fantastik idi. Düzdür, ötən il hələ komanda heyəti yenilənməli idi. 16 oyunçusu yox idi Qarabağın Azərbaycan çempionatında bölüşsün Çempionlar Liqasına. Bu il kompleksizlik var. Yəni Andrade ilə Duranın əvəzi hələ yoxdur. Savo Nərimanın əvəzidir bir növ. Yəni komandada -2 oyunçu var. FN Forever yazıb ki, Neftçi Qarabağ və Sabahla rəqabət apara bilmək üçün hansı mövqeləri gücləndirməlidir? Neftçi ilk növbədə vahid kursa malik olmalıdır. Komanda bilməlidir ki, nə istəyir, hansı oyun stili istəyir və ona uyğun oyun qurmalıdır. Yəni mənə görə Neftçinin ən böyük özəlliyi odur. Komandanın oyununa gəldikdə əlbəttə ki, əgər mövqedən danışırıqsa, bir nömrəli sol cinah müdafiəsi böyük problemdir. Müdafiə mərkəzinə oyunçu lazımdır və hücumda məncə Neftçi qaydasında olacaq. Mənim dediyim ən əsas bu mövqelərdə düzəltməlidir. Vüsal Əliyev yazıb ki, sizcə bu ilin sürpriz komandası və fiasko komandası kim olacaq? Açığı çətindir mənim sürprizim. Ağlıma gəlsə, hansı komanda bizi təəccübləndirə bilər? Fiaskosu mənə görə ya İmişli ya Şəfa olacaq. İkisindən biri arasında olacaq. Sürpriz komandası Sabah əgər titulunu qorusa Sabah ola bilər. Sabahın titulunu qoruması sənin üçün sürpriz olar? Bəli. Azer The Creator yazıb ki, liqada partlayış edə biləcək 5 gənc oyuncu. Azər bəyə deyək ki, sualı bizə sentyabrın axırı verin. Çünki biz onları izləməliyik, izləmək istəyirik ki, sonra sizin sualınıza belə sağlam cavab verək. Çünki biz Azərbaycan çempionatı başlayanda 6 oyun hamısından bir 4-ünü izləyirik, o bir ikisində fraqmentlərinə baxırıq. 2 sürətlə izləyirik bəzən ki, bizim anlayışımız olsun. Bizə bir vaxt verin Azər bəyə, biz sizə geri dönəcəyik. Sabah Stars yazıb ki, fikrinizcə yeni mövsümün bombardir yarışında hansı oyunçular yarışacaq? Qarabağda hücumçu yoxdur. Yəni Qarabağda hücumçusuz, rəqabətsizdir. Mikels çox böyük namizəddir. Ondan başqa hansı komandada Məncə Simic də çox böyük bir namizəd. Simic də bəli, Sarabağ. Sabahda oyuncu qollar distribusiyası var, amma Mikels biraz hücumun sivri ucunda olduğundan çox böyük favoritdir. Rossi Qəbələ necə oynayacaq? Çünki Çıxadacı hücum futbolu oynayır. Rossinin 14-15 qol vuracağına mən inanıram, gözləyirəm. Və yenə də deyirəm, baxın Qarabağ transfer pəncərəsinin sonuna qədər yetişmiş hazır hücumçu ala bilər və həmin hücumçu Azərbaycan çempionatında dağıda bilər, də partlada bilər. Yaxşı mənada necə ki, demək olar ki, Duran etdi. Xatırladaq ki, Duran tipik 9 nömrə deyil. Məsələn, Musa Qurbanlı kimi taran tipli hücumçu deyil. Jodan mən Turanda 9-10 qol gözləyirəm, çünki Turan həftədə bir dəfə hücuma keçir. Sonra başqa oyunçulara gəldikdə sadəcə ağlıma gətirmək istəyirəm ki, hansı oyunçular var, qol vura bilər. Bir də nəzərə alırıq ki, dostlarımıza deyək ki, Azərbaycan çempionatına baxanda hətta bizim izləyicilərimiz ötən ildə yazırdılar ki, nə qədər neqativ, praqmatik, beşli müdafiə oynayan komandalar var. Azərbaycan çempionatı bəli, ümumiyyətlə çempionatın orta səviyyəsi aşağı olduğuna görə komandanın əsas məqsədi qapanıb qol buraxmamaqdır. Ona görə də keyfiyyət aşağı olduğuna görə burada fantastik bombardir yarışları görə bilmirik. Elnur Kərimov deyir ki, Qəbələ bu dəfə sanki yaxşı transferlər edib. Bu transferlərlə Qəbələ ilk dördlüyə namizəd olarmı? Yox, ilk dördlüyə namizəd üçün dediyim kimi komandaya hardasa bir 2 milyon yarımdan əlavə hansın ki dövlət verir, bir 5 milyonluq investisiya lazımdır. Bu investisiya 2 il cəlb olunmalıdır. Bu il komanda 7-8-ci yer rahat tutmalıdır. Çünki hətta müəyyən oyun şəraitində Azərbaycan məsələn reallığında zirədən sonra 6-cı yeri tuta bilər rahat, uğurlu komanda. Çünki Arazda krizisdədir, Sumqayıt ruh axtarışındadır, amma birinci o krizisi adlamalıdır, geridə qoymalıdır ki, yəni yaşamaq uğrunda mübarizə aparmamalıdır ki, sonradan onun addım üzərində Qəbələ komanda qura bilsin. Kazımov adlı izləyicimiz deyir ki, sizcə Turan Tovuzun son illərdəki yüksəlişinin əsas səbəbi nədir? Ehtiram Quliyev və komandanın sabit siyasətə malik olması. Biz Səməd bəydən danışdıq, idman direktorundan, amma məsələn idman direktoru fantastik bir Səməd bəy hərəkət etmişdi. O beşli müdafiə oynadan, beşli oynayan Ayxan Abbasovun yerinə beşli oynayan Qurban Berdiyevi götürmüşdü. Ona görə bu keçid orqanik olmuşdu. Yəni məşqçiyə görə heyət yox, heyətə görə məşqçi gətirmişdi. Cəfər adlı izləyicimiz yazıb ki, APL-də azarkeş problemi və mümkün həll yolları nələrdir sizcə? Stadiona təşviqat lazımdır, sosial mediada aktivlik lazımdır. Məsəl üçün və ümumiyyətlə stadionların özlərinin şəraiti artıq getdikcə yaxşılaşmağa başlayır. Məsələn, FUDAFA bu yönümdə çoxlu işlər görməyə çalışır, klublar eləyir. Məsələn, Arazın nümunəsindən qaçmaq lazımdır. Amma baxırıq ki, məsələn, bu il bəzi regionlara futbol qayıdır. Məsələn, bizim ikinci şəhərimiz olan Gəncədə Kəpəz oynayacaq. Sonra Qəbələ öz evində oynayır. Məsələn, Emişli öz evinə qayıtsa yaxşı olar. Bilməm bu olacaq olmayacaq. Yəni əsas odur ki, ev oyunlarını öz evində oynayasan
və əlbəttə sosial media aktivliyi çox vacibdir. Onu küçümsəmək olmaz. Mən bir dənə də əsas məsələyə toxunum. Ekspres marşrutlar təşkil olunmalıdır stadionlara. Çünki bax biz özümüz Sabahın oyununa gedəndə, yəni şəxsi avtomobilinlə belə sən işdən çıxıb Sabahın oyununa getmək çox çətin, ağrılı bir perioddur. Sən saat yarımlıq oyun üçün 4 saat o baş bu başa yol getmiş Mənim olursan. təcrübəm olmuşdu, yadındadır. Səninlə bir dəfə Sabahın oyununa getdik. 2 gün sonra mən Tbilisiyə uçdum. Tbilisiyə daha tez çatdım. Nəinki Sabahın oyununa Masazırda. Halbuki Nərimanovda Masazıra, yəni daha çox vaxt getdi. Bəli, yollarda mən bilirəm ki, bu təkcə klubların problemi deyil, amma əgər stadion çətin bir yerdə yerləşirsə və ümumiyyətlə sənin klubun o şəhərin, o regionun, o bölgənin klubu deyilsə, sən fanatlar üçün ekstra şərait yaratmalısan. Mən bilən məsələn Turan azarkeşləri gətirir Bakıya, xüsusi avtobuslarla gətirir və geri qaytarır. Hulnasla bir də ikinci fan klubu var idi. 2 maraqlı fan klubu var, hansı ki ikisi də ordadır. Bir də mən deyərdim bu Kiprdə olmuşdu. Mən bilən yanılmazsa Belçikada olmuşdu. Futbol Federasiyası yerli komandaları elə sistem təşviq eləyirdi ki, komandalar mümkün qədər göz oxşayan oyun oynasın. Yəni Azərbaycan çempionatında ekspres hər şey olsa, ekspres avtobuslar olsa, hər şərait olsa, bütün stadionlar Neftçinin stadionunun uzaqlığında olsa, yəni metrodan həmən yaxında maşın üçün əlverişli yerdə olsa, belə oyuna 0-0 azarkeş getməyəcək. Nəzərə alaq ki, bizim müasir dövrümüzdə bizdə sosial media var, diqqətimiz bir saniyədə ayrılır. Ona görə əyləncəli, yəni futbol bəzi adamlar buna pis yanaşır, amma futbol əyləncəli də olmalıdır. Sən oyuna çıxmamalısan 0-0 qorumaq üçün. Sən dediyin o iki şey bir-birini tamamlayır. Həm əyləncəli olmalıdır, həm də o əlçatan olmalıdır stadion. Biz görürük ki, Qarabağ gözəl oyun oynayır, amma Suraxandakı stadiona adam getmir. Çünki getmək çətindir. Gənclikdə oynayanda gedirlər, çünki 100 metr yanındadır. Və sonuncu sual, Elçin Erkin yazıb ki, sizcə maliyyə problemləri ilə boğuşan çox klublu çempionat, yoxsa az klublu 4 dövrəli çempionat daha yaxşıdır? Az klublu Elçin bəy neçə klub nəzərdə tutur? Məncə 12 klub pis deyil. Azərbaycanda əslində dövlətin dəstəyinin olması çox yaxşıdır ki, komandalar ən azı bu 0 səviyyəsindən yuxarı qalxırlar. Əlbəttə ideal olardı ki, əgər bu yardım 2 dəfə artıq olsaydı. Onda mən əminəm ki, bax 3 ildən sonra Azərbaycan futbolunda biz bir yarım komandadan Avropada danışmazdıq, liqa fazasında 2-3 komandamızdan danışardıq. Amma yenə də 12 hələ ki normal görünür. Bir dənə 12-də şərt var ki, mən ümid edirəm ki, bu bölgü olsun ki, Bakıdan 4 komanda, regionlardan 8 komanda. Çünki Bakıda o qədər əyləncə var ki, mən əminəm ki, dəfələrlə olacaq ki, Şəfanın oyunu harda, necə oldu, heç kimin xəbəri olmayacaq, amma Gəncədə, Turanda, Arazna, Naxçıvanda oyun olacağı təqdirdə bu böyük futbol bayramı olar və mən şəxsi bir sadəcə Azərbaycan futbolunu sevən bir insan kimi ümid edirəm ki, cənubumuza da futbol qayıdar. Çünki Xəzər Lənkəran kimi fantastik azarkeşlərə malik olan bir klub var ki, hansı ki klub artıq yoxdur. Azarkeşləri inanılmaz dərəcədə var. Mən əminəm əgər məsələn Lənkəran qayıtsa çempionata, Premyer Liqaya, bütün region komandaları üçün ən çox olan azarkeş olacaq. Mən də şiddətli şəkildə istəyirəm ki, Lənkəran qayıtsın liqaya. Bu Azərbaycan futbolunu qazandırar. Ümumiyyətlə Azərbaycan futbolu dirçələr. Çünki əslində region futbolu deyəndə mənim ağlıma ilk Lənkəran gəlir. Bəli. Bir də Xankəndinin qayıtması gözəl olar. Xankəndi 1-ci liqaya vəsiqə qazandı. Düzdür, yəqin ki, indi Xankəndin məqsədi 1-ci liqada möhkəmlənmək olacaq. Çox maraqlı məşqi tandemi var Xankəndidə orada. Görək necə olacaq. Çünki Xankəndi də gələrsə Azərbaycan qərb o Qarabağ zonasında da futbol qayıtmış olur. Qarabağ derbisi düzdür, Qarabağla ancaq Sabah oynamalıdır ki, layiqli derbi olsa, amma yenə də maraqlı olacaq. Bizdə çünki şimal-qərb derbisi var, Kəpəzlə Turan, Naxçıvan məsələn Araz Naxçıvana getsə, çox əslində maraqlı çempionat Azərbaycan səviyyəsində Elçin və 12 komanda əgər bölgü düzgün olsa çox gözəl bir çempionat ola bilər. Bu qədər Cavid. Uzun-uzun danışdıq. Çox sağ ol söhbətin üçün. Mən izləyicilərimizə təşəkkür edirəm sualları üçün. Bilsinlər ki, Instagram səhifəmizi izləmək lazımdır. Çünki növbəti bu tipli podkastımızın suallarını da məhz o səhifədə izləyicilərimizdən götürəcəyik. Və izləyicilərimizə belə bir şeyin anonsunu verim ki, biz növbətdə və top klublarda olan transferlərdən danışırıq. Yəni döşəyin gəlsin suallarınızı. Diamandadan tutmuş, Vinicius'dan tutmuş istənilən oyunçu ilə bağlı. Biz onun elanını verəcəyik. O zaman döşəyərsiz gələr və biz yanılmıramsa birini fikirləşirik, söz vermirik, IPL-la da bağlı fikirləşirik. İngiltərə Premyer Liqası. Eynisinin İngiltərə Premyer Liqası üçün. Çünki bu ölkə 2 ildir Çempionlar Liqasında yaxınlaşıb uda bilmir, amma 9 komanda ilə Avropada iştirak edir. Ona görə məncə kifayət qədər buna layiqdir. Çox sağ ol Cavit. Siz də çox sağ olun. Həm də sən də çox sağ ol Əli əziz dostlar. Bəyəndinizsə fikirlərinizi bildirin, çünki bizim əsas istinad nöqtəmiz məhz sizin fikrinizdir.